dəyərli rəsmlər, hörmətli qonaqlar, əziz iştirakçılar. Hər birinizi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən Zəfərdən Suverenliyə qanunla yazılan tarix forumunda xoş gördük. Açılışa keçməmişdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilsin. Gəlin, vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Əziz iştirakçılar, açılışın üçün Naxçıvan Dövlət Universitetinin tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Hüseyn İmanovu dəvət edirik. Hörmətli qonaqlar, əziz tələbələr, hər birinizi bu möhtəşəm tədbirdə xoş gördük. İlk öncə təşkilatçılara xüsusi təşəkkürümüzü bildiririk ki, Naxçıvan Dövlət Universiteti tərəfdaş kimi seçdiyi üçün və eyni zamanda bizim gənclərlə bir araya bu mövzuda gəldikləri üçün öz təşəkkürlərimizi bildiririk. Qeyd etmək istəyirik ki, Naxçıvan Dövlət Universitetinin strategiyasında vətənpərvərlik mövzusunda bir çox işlər həyata keçirilir. Bu işlər əsasında da bir nümunə getmək istərdik ki, biz hər semestrin iç dərslərini Şəhid Ailə Birliyi və Qazilər Birliyi ilə birgə iç dərsləri şəhid ailələrimizlə və qazilərimizlə həyata keçiririk. Əsas prioritet istiqamətimiz odur ki, bizim öncəliyimiz tələbələrimizə vətənpərvərlik ruhunda böyüdülməsi, vətənpərvərlik aşılması, şəhidlərimizin heç vaxt unudulmaması bizim əsas məsələlərdən biridir. Qeyd etmək istəyirik ki, Naxçıvan Dövlət Universiteti dövlət və özəl sektorlar və qeyri-hökumət təşkilatlarla mütəmadi olaraq bu sahədə işlər aparır, öz tədbirlərini həyata keçirir və layihələr həyata keçirir. Biz yenidən qeyd etmək istəyirik ki, Azərbaycan Gənclər Fonduna, eyni zamanda təşkilatlarımıza xüsusi təşəkkürlərimizi bildiririk ki, Naxçıvan Dövlət Universitetini seçərək öz layihələrini, öz qrantlarını və digər mövzudaşı tədbirlərini bizlərlə birgə, bizim tələbələrlə birgə həyata keçirdiyi üçün xüsusi minnətdarlığımızı bildiririk.
Panel müzakirəsinə başlaması üçün başlaya bilərik. Buyurun, xoş tədbir açılır. İndi isə açılış nitqini davam etdirməsi üçün bizim də bu keçirdiyimiz layihənin rəhbəri olan Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru və layihə rəhbəri Məsəd Hüseynovanı kürsüyə dəvət edirəm. Əziz qonaqlar, dəyərli tədbir iştirakçıları və dəyərli gənclərimiz, mən də hər birinizi salamlayıram və bugün bu layihənin həyata keçməsində bizə maliyyə dəstəyi göstərən Azərbaycan Gənclər Fonduna, eləcə də tərəfdaşlığımızda dəstək olan Naxçıvan Dövlət Universitetinə və digər Naxçıvanda fəaliyyət göstərən qurumlara təşəkkür edirik ki, bizə bugün ev sahibliyi edərək burada özümüzü bir daha öz evimizdə kimi hiss etməyə şərait yaradıblar. Və təbii ki, mövzu çox həssasdır və biz Gənclər Təşkilatı olaraq uzun illərdir, hətta zəfərimizdən öncə də müxtəlif layihələr həyata keçirmişik ki, bunların da əksəriyyətində həm Gənclər Fondu, həm də digər dövlət qurumları bizə dəstək göstərir. Çünki mövzunun həssaslığı sadəcə bizim zəfərimizin qeyd olunması deyil, eyni zamanda bizim suverenliyimizin bərpasıdır və bu bərpanı heç də asan başa gəlməsə də bunu qoruyub saxlamaq bizim hər birimizin borcudur. Və burada sadəcə formal rəsmi çıxışdan öncə istərdim qeyd edim ki, artıq Naxçıvanda təbii ki, müxtəlif mövzularda bizim çıxışlarımız olub, ancaq bizim hər birimiz Qarabağ işğal olduqdan sonra biz o tarixi canlı yaşayıb və uzun illərdə demək olar ki, başı aşağı olduğumuzu və müxtəlif beynəlxalq layihələrdə Azərbaycan Respublikasını təmsil edirik deyəndə onların ilk sualı Qarabağlı olub və yaxud da heç Azərbaycanı tanımadıqlarını bildiriblər. Ancaq bir çox hallarda biz onlara Azərbaycanın harada yerləşdiyini xəritədən göstərdikdə qonşu ölkələri tanısalar da bizim haqqımızda məlumatlar olmadığını da düşünün ki, biz o zamanlar gənc idik və bu bizə nə qədər ağır təsir edirdi. Ancaq bu ilin gəncləri, bu dövrün gəncləri çox qürurludular, çox şanslıdılar ki, Azərbaycanın ən güclü dövrünə göz açıblar və bu günlərə şahidlik edirlər. Və ona görə də onları bir daha təbrik edirəm. Ancaq qeyd etmək istəyirəm ki, mütləq şəkildə hər zaman onlar ayıq sayılı olmalı, tariflərini bilməlidir. Çünki biz coğrafi mövqe olaraq elə yerdə yerləşmişik ki, bu mənfur düşmənlə qonşuyuq təəssüf ki və onlar da müxtəlif illərdə tarix boyunca bu təkrarlanıb. Bəzən sülh qazansaq da, sülh əldə etsək də, müxtəlif dövrlərdə yenidən baş qaldırıb, yenidən öz işğalçı əməllərinə başlayıblar. Ancaq tariximizi bilən, ölkəmizə, millətimizə dəyər verən gənclərimiz yetişdirdikdə biz artıq dediyim kimi başı uca və artıq beynəlxalq tədbirlərdə Azərbaycan deyən kimi hər kəs cənab prezidentimizin çıxışlarından bizə sitat gətirir. Hətta bizim ölkənin necə güclü olduğunu, qısa müddətdə necə inkişaf etdiyini artıq onlar da bilir. Və mütləq şəkildə bu kimi tədbirlərin keçirilməsi çox vacibdir ki, biz daima həm tariximizi öyrənək, həm bugünümüzü görək, həm də bunu necə qorumalıyıq, bunu gələcək nəsillərə necə çatdırmalıyıq, bunu bilmək üçün bu layihələrin önəmi böyükdür. Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bugünkü tədbir hər biriniz üçün uğurlu, yadda qalan olacaq və bütün iştirak edən, gələn qonaqlara da tək-tək şəxsən öz adımdan və təşkilatımız adından da bir daha təşəkkür edirəm. Çox sağ olun. Biz də təşəkkür edirik əziz və dəyərli Məsəd xanım. Çıxışlarımızda qeyd etmək istəyirəm ki, tədbirimizin effektivliyinin təşkil olunması məqsədi ilə çıxış reqlamentlərini maksimum 5 dəqiqə çərçivəsində tutmaqlara xahiş olunur növbəti çıxışlarda və növbəti çıxış üçün Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyevi kürsüyə dəvət edirəm. Hörmətli tədbir iştirakçıları, dəyərli millət vəkilləri, cənab polkovnik, dəyərli Naxçıvanın ziyalıları, əziz gənclər, mən öz növbəmdə sizin hər birinizi salamlayıram. Bu gözəl forumda hər birinizi xoş gördük. Gördüyünüz kimi bizim mövzumuz həqiqətən çox aktualdır. Zəfərdən suverenliyə qanla yazılan tarix forumunun çərçivəsində bizim burada dəyərli peşəkar
mütəxəssis ekspertlərimiz vasitəsilə panel müzakirələrdə o dövrə qısa bir səfər edəcəyik. Təbii ki, bugün biz o tarihi xatırlasaq, bir çoxlarımız üçün təbii ki, inanırdıq ki, biz ən qısa zamanda torpaqlarımız işğaldan azad olacaq, amma düşünmürdük ki, belə bir tez bir zamanda bizim bu qüryamız gerçəkləşəcək. Nə xoş o şəhidlərə ki, bizə bu zəfəri, bu suverenliyi bəxş etdilər. Nə xoş onları yetişdirən analarımıza ki, belə bir gözəl, igid evlatlar yetişdirdilər və öz qanları ilə bizə bu zəfərimizi, bu suverenliyimizi bəxş etdilər. Tarixə qısa nəzərə yetsək görərək ki, tarixdə həqiqətən bir çox dövlətlər mövcud olub, bir çox millətlər mövcud olub, amma bir çoxları öz qan yaddaşlarına sahib çıxmadıqları üçün tarix səhnəsində silinib gediblər. Amma şükürlər olsun ki, biz bir millət olaraq qan yaddaşımıza sahib çıxdıq və uzun illərdir taxtaq altında olan milli qeyrətimizi işğaldan azad etdik və bugün şükürlər olsun ki, artıq güclü, qüdrətli və suveren bir Azərbaycan Respublikasının vətəndaşıyıq və məsələn tam da qeyd etdi, biz fəaliyyətlərimizlə bağlı bir çox ölkələrdə tarixdə səfərlər olurdu. Məsələn tam da qeyd etdiyim məhdud düşmənlərimizin gənclərlə üzrə gəlirdik. Bəzən biz deyirdik ki, bir torpaqlar bizimdir, sübut deyirdik, de facto da deyir orada, amma hər dəfə bizim onlar üzümüzə vuranda ki, siz belə güclüsünüzdə gəlin torpaqları işğaldan azad edin deyəndə nisbətən üzü tanırdıq, amma çox şükürlər olsun ki, yenə deyirəm ki, bizim burada şəhid anamız var, Gülşad anamız. Onun əllərindən ötürən qarşısında baş əyilən ki, elə bir gözəl evlatlar yetirdi ki, bizim vətənimizi işğaldan azad etdilər. Bizim şəhid qardaşımız var, Üzeyir qardaşımız buradadır. Bir çox burada müharibənin şahidi olmuş, həm arxa cəhdədə, həm cəhdədə mübarizə aparmış gənclərimiz var. Hər birinə ayrı-ayrı təşəkkür edirəm. Ümidvaram ki, bizim bugünkü forumumuzda həmin gənclərimizin qan yaddaşının yenidən canlanmasına və canlı tutmağına vəsilə olacaq. Bundan 2020-ci ilə qədər biz qan yaddaşımızı kitablardan öyrənirsə, bugün şükürlər olsun ki, artıq zəfər tariximiz gənclərimizə, yenilikli gənclərimizə tədris olunur. Ümumilikdə forumun işinə uğurlar arz edirəm. Təşəkkürlər, sağ olun. Biz də təşəkkür edirik və növbəti rəsmi çıxış üçün Naxçıvan Ali Məclisinin deputatı, şəhid anası Gülşad Rüstəmovanı kürsüyə dəvət edir. Bugün bu tarihi, yani zəfər tarixini bir tarix, yani sözlərlə yazılacaq bir tarix değil, qanla yazılmış bir tarixdir. Yani bugün zəfərdən suverenliyə gedişdə biz bilməliyik ki, burada nə qədər əziyyətlər, nə qədər bilmirəm, yəni bir şəhid anası kimi danışmaq çox çətindir. Amma gənclərimizə bunu çatdırmaq istəyirəm ki, zəfər dedikdə heç də deyib keçməyək. Yəni sözlə keçməyək. Zəfər dedikdə arxada qalan necə yarım qalmış arzular, yarım qalmış talelər, övladsız qalmış atalar, analar, oğulsuz qalmış atalar, analar, qardaşsız qalmış qardaşlar, bacılar, atasız qalmış körpələr, yarsız qalmış yarlarımızı düşünək. Və biz bu ağrı ilə, bu itkilərlə sınansaq da biz əyilmədik, daha da sərtləşdik. Və bugün zəfərdən suverenliyə yolu çox asan qazanmadı. Amma bugün çətinliklə qazanıbdır, amma biz bunu qorumalıyıq və suverenlik dedikdə bayraq qaldırma, bayraqlarımız qalxması demək deyil və hər birimiz çalışmalıyıq ki, o bayraq bir daha yenməsin. Allah cəmi şəhidlərimizin məkanlarını cənnət eləsin, ruhlarını şad eləsin, məqamları ucadı daha da uca olsun. Bugün bu zəfər qazanılıb şəhidlərimizin qanı ilə, qazilərimizin iradəsi ilə, millətimizin, xalqımızın birliyi ilə, ordumuzun gücü ilə və prezidentimizin siyasi gücü ilə.
Bəli, biz bu gün düşmənlərimizi unutmamalıyıq. Biz bu gün şəhidlərimizi, qazilərimizi unudarıqsa, biz elə tariximizi unudarıq. Və gəlin hər birimiz və bizim gənclərə, yəni mən həmişə deyirəm, mən şəhidlərimlə, qazilərimlə qürur duyuram və bugünkü gəncliyimlə də qürur duyuram. Baxın, qarşıdan 26 fevral gəlir, Xocalı soyqırımı. Biz bunu necə unuda bilərik? Düşmənin o millətimizin çəkdiyi o əzablı günləri, düşmənlərimizin xalqımıza, millətimizə verdiyi o əzabları necə unutmaq olar? Və biz bunu unutmayaq, unutturmayaq. Mən bugün bir şəhid anası kimi buradayam, həm də bir millət vəkili kimi və bugün mən qürur duyuram ki, qalib ölkənin qalib millət vəkiliyəm və hər kəsdən, hər bir rəhbərdən, hər bir vətəndaşdan xahiş edirəm. O uca kürsülərdə, o çıxışlarda qalib ölkənin qalib vətəndaşıyıq deyəndə ən azından şəhidlərimizə rəhmət diləyik, qazilərimizə can sağlığı diləyik. Və qoyun biz şəhid analarının da ürəyində yəni o niskil daha da böyüməsin. Və biz də bilək ki, heç vaxt unudulmayacaq. Bəli, biz unutduq, biz çox unutqan xalqıq. Humanist xalq olsaq da biz düşmənlərimizi unutduq və düşmənlərimizi unutduqca da başımıza böyük bəlalar gəldi. Mən inanıram ki, bundan sonra düşmənlərimiz unudulmaz və unutturmağa elə gənclərimiz qoymaz. Allah Azərbaycanımızı qorusun, millətimizi, xalqımızı qorusun. Asim müəllim, Məsəti xanım, sizə uğurlar arzulayıram. Gənclər bizim gələcəyimizdir. Sağlam gənc, gələcək, sağlam gələcək deməkdir. Allah hər birinizi qorusun, hər birinizə təşəkkür edirəm. Əsas biz təşəkkür edirik əziz Gülşad anamız və növbəti millət vəkilimiz, şəhid qardaşı Üzeyir Məmmədovu kürsüyə dəvət edirəm. Hörmətli tədbir iştirakçıları, mən də öz növbəmdə sizlərin hər birini, dəyərli müəllimlər, əziz tələbələr, hörmətli qonaqlar, sizlər başda olmaqla hər birinizi bir daha salamlayıram. Bugün bizim burada toplaşmağımız isə təsadüfi deyil. Artıq Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsində tarixinin ən şanlı, ən şərəfli dövrünü yaşayaraq, ən böyük qələbəsini yaşayaraq zəfəri qazanmışdır. Biz bu zəfərin fonunda bugün burada toplaşmışıq. Siz gənclərin qarşısında çıxış edirik. Bugün eyni zamanda qeyd etmək istəyirəm ki, 1992-ci ildə Qaradağlı faciəsinin törədilməsindən 34 il ötür və bugünə təsadüf edir bugünkü forum. O Qaradağlı faciəsində də mənfur düşmənlərimiz həmin kəndin sakinlərini, Qocaman rayonu Qaradağlı kənd sakinlərini tamamilə kənddən köçürülmüş, yandırılmış kəndə hətta və kənddə olan, mövcud olan mədəni və ticari obyektləri məhv etmişlərdir. Bu da mənfur düşmənimizin, qonşularımızın 200 il ərzində həyata keçirdikləri etnik təmizləmənin bir siyasəti idi, davamı idi. Ancaq onu da qeyd etmək istəyirəm ki, həmin kəndin sakinləri 4 il ərzində düşmənə qarşı dirənmiş, mübarizə aparmış, amma nəticədə məğlub olmuşlardır. Həmin dövrlərdə dünyaya, hətta bəziləri gəlməyən, dünyaya göz açmayan bizim övladlarımız ki, böyüdü, boya başa çatdı, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Biz bu dövrü, 30 illik dövrü çox çətin keçmə-keçdi yaşamışıq. Xüsusilə Naxçıvan, çünki Naxçıvan cəmaatı blokadada çətinliklər içərisində yaşayıbdır. Əsas hissəsindən ayrı düşübdür Naxçıvan. Və bunun da öz çətinlikləri var idi ki, biz mübarizə apardıq, Naxçıvan oğulları da eyni zamanda Naxçıvanda və ölkəmizin digər bölgələrində, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçdilər, şəhid oldular, qazi oldular. Yəni, biz bugün gənclərimizə bunları deməkdə əsas məqsədimiz ondan ibarətdir ki, bu zəfər Hasan Qazanlının idi, dəyərli şəhid anamız da
qeyd etdi, ifadə elədi öz fikirləri ilə. Mən çox da sizlərin heç gün çox köşləmək istəmirəm o hisslərə. Ancaq şəhidlərimizin canlı, qazilərimizin sağlamlığı hesabına bu zəfər qazanılıbdır və bu zəfəri qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək və daha da möhkəmləndirmək biz gənclərin üzərinə düşən bir məsuliyyətdir. Zəfər çox böyük bir qürurdur, məsuliyyətdir, eyni zamanda böyük bir məsuliyyətdir. Biz bu məsuliyyəti çiyinlərimizə götürmüşük. Bugünkü forumda bildiyiniz kimi Azərbaycan Respublikası Gənclər Fondunun və Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı ilə və doğma universitetimiz, biz də bu universitetdə təhsil almışıq, universitetimizin tərəfdaşlığı ilə həyata keçirilir. Dəstək olan bütün hər kəsə öz təşəkkürümü bildirirəm. İnanıram ki, bugünkü keçirilən bu forum gənclərimizdə vətənpərvərlik hissinin aşılanmasında və gələcəyə ötürülməsində öz töhfəsini verəcəkdir. Forumun işinə uğurlar arzulayıram, diqqətinizə görə təşəkkür edirəm. Çıxışınız üçün çox sağ olun, dəyərli Üzeyir bəy və növbəti çıxış üçün Naxçıvan Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə xanımı kürsüyə dəvət edirəm. Buyurun. Dəyərli Gülşən xanım, hörmətli qonaqlar, əziz gənclər, hər birinizi Gənclər və İdman Nazirliyinin kollektiv adından salamlayıram. Və bugün təşkil olunmuş forum həqiqətən də gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində, şəhidlərimizin fədakarlığı, xalqımızın əzmkarlığının bir daha gənclərə çatdırılması istiqamətində görülən tədbirlərdən biridir. Bildiyiniz kimi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Məhz gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasıdır ki, bu sahədə də mütəmadi olaraq müxtəlif layihələr, tədbirlər hazırlanıb, həyata keçirilir. Məhz bu görülən işlərin, həyata keçirilən layihələrin nəticəsində biz 44 günlük vətən müharibəsində gördük ki, gənclərimiz istər ön cəbhədə, istər arxa cəbhədə torpaqlarımızın azad olunmasında fədakarlıqla çalışdılar. Cənab Prezident də hər zaman öz çıxışlarında deyildi ki, bugün və torpaqlarımızın azad olunmasında 30 ildə yetişmiş gənclər öz torpaqlarını azad etdilər. O gənclər ki, halbuki o torpaqları heç görməmişdilər, tanımırdılar və gənclərimizdə aparılan bu vətənpərvərlik tərbiyəsi o qədər güclü inkişaf eləmişdir ki, gənclərimiz öz canları, qanları bahasına o torpaqlarımızı azad etdilər və siz gənc nəslər üçün bunu ərmağan qoydular, dövlətimizin suverenliyini bərpa etdilər və həqiqətən də biz gənclər və ya sizlər də çox şanslı insanlarıq ki, ölkəmizin şanlı tarixinin canlı şahidləriyik ki, burada da bu şanlı tariximizdə məhz şəhidlərimizin, qazilərimizin fədakarlığı hesabına əldə olundu və bizim də borcumuz bunu yaşatmaqdır. Tariximizin müxtəlif dövrlərində bilirsiniz ki, qəhrəmanlar olublar və onlar tarixdə iz buraxıblar və əsrlər boyu həmin qəhrəmanlar tanıdılıblar və bugün bu şəhidlərimiz, qazilərimiz də bizim son dövrün qəhrəmanlarıdırlar və bizim borcumuz onları daimi yaşatmaq, daimi təbliğ eləmək, özümüzdən sonra gələn gənc nəsillərə aşılamaqdır. Çalışdığımız sahədən asılı olmayaraq, yəni sırf o deyil ki, müəllim olaq və tədris prosesində biz gənclərə onları aşılayaq. Çalışdığımız sahədən asılı olmayaraq, bütün sahələrdə hər zaman vətənimizin tanınılması, inkişafı üçün də əlbir olmalıyıq. Bugün torpaqlarımız artıq azad olunub, onların inkişafında, torpaqlarımızın səhlənməsində də siz gənclərin üzərində böyük yük düşür ki, hər bir sahədə öz töhfənizi verə bilərsiniz. Və mən inanıram ki, bugünkü forum hər birinizin yaddaşında xoş xatirələrlə qalacaqdır. Və burada panel müzakirələrdə səslənilən fikirlər hər biriniz üçün önəmli olacaqdır. Mən də dəvətiniz üçün öz təşəkkürümü bildirirəm və forumun işinə uğurlar arzu edirəm. İnanıram ki, hər biriniz üçün maraqlı bir forum olacaqdır. Təşəkkür ederim. Çox sağ olun və növbəti çıxışımız üçün Naxçıvan Hərbi Kollecinin rəisi Polkovnik Yaşar Hüseynoğlu kürsüyə dəvət edir. Polkovnik Hüseynov. Dəyərli tədbir iştirakçıları, əziz gənclərimiz, hörmətli qonaqlar. Ənənəvi olaraq bu cür rəsmi tədbirlər üçün çıxış hazırlanmışdır, ancaq məndən öncəki
natiqlərin səmimi çıxışlarından cəsarətlənib və auditoriyanın daha böyük bir hissəsinin gənclər olduğunu fürsət bilib, mən istəyirəm ki, suverenliyimizə gələn yolu tədbirdə əyləşən yaş səmənlən böyüklərdən səmimi üzrxahlıq edərək biraz daha canlı şəkildə sizin üçün təsvir etməyə çalışın. Biz 90-cı illəri görən bir nəsilik. O nəsil ki, 20 yanvar hadisəsindən böyük faciədən başlayaraq yola çıxmışdır. Qarşıda isə bizim növbəti 4 illik, 94-cü ilə qədər bir müharibə gözləyir. Bu bizim apardığımız 44 günlük müharibəyə bənzərdir. O zaman da mobil telefonlar yox idi. O zaman da ümumiyyətlə əlaqələr yox idi. O dövrdə hər gün ata, ana, qardaş, bacı səhər evdən çıxıb, Bakı şəhərinin bütün xəstəxanalarını, bütün morqlarını gəzib, öz doğmalarını, öz əzizlərinin ya yaralı, ya da şəhid cənazəsinin olmadığını görəndə bu gecənin ümidlə yatırdılar. Demək ki, sağdır. Elə bir dövr idi bu dövr. Eyni zamanda müharibə. Eyni zamanda təsəvvür edin, 4 ilə biz 4 ölkə başçısı dəyişmişdik. Hələ bir nəfər də qısa müddət əvəz etmişdik. Belə bir dəyişik addımlar zamanı. 96-cı illər ərzaq və çörək qıtlığı. Gəlin sizə belə təsvir edək. Mən 3-cü sinifdə oxuyuram. Qış vaxtı, yanvar ayında altdan öz qardaşımın, balaca qardaşımın paltarlarını geyinirəm, üstdən öz paltarlarını geyinirəm. Gecə saat 3-də çörək növbəsi tuturam ki, səhər saat 8-in yarısı çörək gələndə biz evimizə çörək alırıq. Azərbaycan xalqı çörək dükanından yarım çörək alır, əziz gənclər. İmkanımız satmayıb. Əgər günün ikinci yarısından sonra evimizə qonaq gələrdirsə, biz mütləq qonşudan çörək istəyərdik. Mən dəfələrlə Rəhliyə xaladan çörək istəmişəm, Rəmziyə xaladan çörək istəmişəm. Və növbəti gündə biz biraz əlavə pul verib, bu çörək maşınından daha üstündə pul verib, əlavə çörəklər alırdıq ki, aparaq qonşumuzun para çörəyini qaytaraq və qonşumuz da onu götürürdük. Çünki ehtiyacı var idi. O dövrdə bizim üçün bəlkə də rəngli olan yeganə şey 3 rəngli bayrağımız idi. Hər şey ağlara idi bizim üçün. Həyat ağlara idi. O dövr üçün xatırladığımız al-əlvan sonuncu bir gördüyümüz də bizim 20 yanvardan sonra qızıl qərənfillər idi. Hansı ki, o vaxta qədər onlar sevgi günlərinin çiçəkləri idi. 8 mart günlərinin ən əziz hədiyəsi idi. 20 yanvardan sonra bu çiçəklər bizim üçün şəhid çiçəklərinə çevrildi. Sizlər çox şanslısınız. O baxımdan ki, siz çox rəngli bir dövrdə dünyaya gəldiniz. Bizlərdən fərqli olaraq müharibənin acısını görmədiniz. Ancaq bəlkə də biz məğlubiyyəti yaşadıq deyə zəfərin əzəmətini bu qədər hiss edə bilirik. Biz o günlərə qayıtmaq istəmərik. Siz şanslısınız çünki daha rəngli bir dönəmdə dünyaya gəldiniz. Və İlahi xanımla toxunduğu məsələyə ölkə başçımızın vurguladığı kimi, mənim hakimiyyətim dönəmində böyüyən gənclər bu zəfərin əsas təminatçıları idi. Amma eyni zamanda xatırlayıram Qarabağ Universitetində Ali Baş Komandanımızın çıxışını. Orada tövsiyə etdi gənclərə ki, biz ənənələri qorumalıyıq. Böyüyə, kiçiyə hörmət, qadına hörmət, uşağa hörmət. Beləliklə, yeni gənclik əslində innovasiya ilə tarazlıq arasındakı bir balansda böyüməlidir. Auditoriyanın böyük əksəriyyətinin gənc xanımlarımızdan ibarət olmasını nəzərə alaraq, istəyirəm bunu da əlavə edim ki, ənənəni yaşadan xanımlarımızdır. Kişilər hər zaman icraçı olduqlar, onlar çölçüdürlər. Övladlar böyüdükcə gözləri atalarında, amma qulaqları analarında olur. Biz qoşunların idarə olunmasında Tomris anamı unutmamışıq.
Biz diplomatiya sahəsində Sara xatını unutmamışıq. Biz dövlət idarə etməsində Möminə xatın unutmamışıq. Onun məqbərəsinin önündən keçirik. Bu coğrafiyada, bu torpaqda bütün dönəmlərdə xanımlarımız çox işgüzar oldular. Və bu keyfiyyətlərdə, bu vətənpərvərlikdə hamısı bizim xanımlarımızdan ənənə ilə, törəklə övladlara keçən bir xarakterlərdir. Çanaqqalanı xatırlayırıq, yəqin ki, unutmamışıq. Elə Gülşah ana sizin nümunənizdə demək istəyirəm. Övladının başına xına çəkib döyüşə göndərən analarımız, bax bu coğrafyanın, bu xalqın analarıdır. Müharibənin gedişatı vaxtı xatırlayırsınızsa, orta məktəb uşaqları əskərlərə məktublar yazırdı, kiçik hədiyyələr göndərirdilər. Və müharibədən sonraki dönəmdə bu əskərlərimizin çoxusu, kimlər ki, şükürlər olsun, sağ-salamat qayıtmışdı, bu məktubların ünvanlarını tapırdılar, o uşaqlarla görüşürdülər və bu günlərdə onların bir çoxusunu elə mənəvi övladlığa və ailə dostluğuna keçirirdilər. Bax, bununla biz yaşadıq. Corabları tikib cəbhəyə göndərən valideynlərimiz vardır. Yol kənarında ailəsinin dolanışacağını, belə deyək, keçindirməkdən ötürü 3-4 yeşikdə qoyduğu meyvələri elə yeşiklərlə əskər maşınlarına göndərən vətəndaşlarımız vardır. Bu misalı nə qədər çəksək, uzatmaqla bitməz. Ancaq bu ənənəni qorumalı, saxlamalıyıq. İstənilən uğuru, istənilən nailiyyəti əldə etmək həddindən artıq asandır. Əsas olan, sizin üçün daha vacib olan və məsuliyyətli olan bu estafeti, bu bayrağı nəsildən nəsilə ötürməyi bacarmağımızdır. Şükürlər olsun, coğrafiyamız Azərbaycan çox həlledici bir dövrünü yaşayır, çox çiçəklənən bir dövrünü yaşayır və statistika göstərir ki, hələ biz böyüyəcəyik. Əziz gənclərimiz, dəyərli gənclərimiz, bizim atalarımız 90-cı illərdəki meydan hərəkatları ilə bizə müstəqil Azərbaycanı hədiyyə etdilər. Bizim nəsil sizlərə işğaldan azad olunmuş, suverenliyi bərpa olunmuş bir Azərbaycan təqdim edir. Siz isə bütöv və tarixi Azərbaycanı bərpa etməlisiniz. Sizin işləriniz daha çətindir və daha məsuliyyətlidir. Diqqətiniz və səmimi marağınız susadır. Yaşar bəyə öz səmimi və dərin çıxışı üçün biz bu dövrün gəncləri olaraq təşəkkür edirik. Ümid edirik ki, sizin bıraxdığınız mirası biz layiqincə davam etdirib, daha da yüksəklərə daşıyacağıq və növbəti çıxışçılarımızdan Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigarı dəvət edirəm. Hörmətli tədbir iştirakçıları, hörmətli gənclər, biz bugün gözəl bir tədbirə yığışmışıq. Həqiqətən də qanla yazılan bir tarixin iştirakçıları olan insanlarıq. Siz gənclər o ağırlığı, adlı günləri görməmişsiniz, heç vaxt da görməyəsiniz. Amma biz yaşlı nəsil nümayəndələri 90-cı ildən bugünə qədər Azərbaycanın düşdüyü bütün dələlərdə başımıza gətirilən müsibətlərin səbəbkarlarını görürdük. Ona görə də hələ 80-ci illərdə toplanan meşəsi dağıtılanda Azərbaycan xalqı bir nəfər kimi ayağa qalxdı. Milyonlarla insan Bakıda azadlıq meydanına toplaşaraq öz torpağını qorumaq üçün mübarizəyə başladı. Həmin dövrlərdə görkəmli Azərbaycan şairi Xəluzda şeirlərinin birində deyirdi ki, işlər belə getsə, belə getməsin. Yoxsa bu mühiti boğacağam mən, bütün Azərbaycan oğullarını öz kişi bəxtindən doğacağam mən. Xəluzda kimi şairlərimiz, Bəxtiyar Vahabzadə kimi şairlərimiz meydanda öz şeirləri ilə Azərbaycan oğullarını
qəbul düşmənə qarşı mübarizəyə səsləyirdi və meydanlarda o hansı millətli taleyi sirdi, yüzadla bölündü, yenə də birdi, məni huzuruna bu dərd gətirdi, salam dar ağacı, aleyküm salam deyən Rüstəm Beyliklərin səsi gəlirdi. Və biz Naxçıvanda yaşayan şairlər, yazıçılar da 90-cı ildən bugünə qədər çoxlu şeirlər, poemalar yazmışıq. Mənim özümün Qarabağ müharibəsi ilə bağlı, şəhidlərlə bağlı 3 poema, 30-dan artıq şeirim var ki, bunlar müxtəlif illərdə yazılır. Son 5 ildə bizim şair və yazıçılarımızın Qarabağ zəfərinə həsb olunmuş 57 kitabı çap olunur. O kitabların 30-dan artıqına mən ön söz yazmışam, o kitabların redaktor olmuşam. Oradakı bütün hadisələri, əsgərlərimizin, qazilərimizin, şəhidlərimizin keçdiyi döyüş yolları işıqlandırdı. Hətta Mərmidən Xatirələr adlı bir kitabı redaktor edəndə orada 20 qazi haqqında yazı yazılmışdı, Səhva Abdullah'ın kitabıdır. Orada yazır ki, biz bir qazinin dilindən deyilən sözdür. Biz şəhid qardaşımızı öz çiğimizdə 2 gün içərisində özümüzlə birlikdə şüyə qaldırdıq. Çünki biz erməni dıqalarının, meyitlərinin donuzlar tərəfindən sökülüb, tökülməsini görürdük. Donuzlar onların murdar deşlərini Şuşanın dağlarında sökürdülər. Ona görə də biz öz şəhid qardaşımızı min bir əziyyətlə özümüzlə birlikdə Şuşaya qaldırdıq və sonra onu biz təmin etdik. Beləliklə bu əsgərlər ona görə zəfərə doğru gedirdilər ki, bu zəfəri ilk növbədə onların qanlarına, canlarına ədəbiyyat yeridirdi. Könlünün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim deyən Abbas Səhhətlərin o sevgisi qəlblərə dolurdu və bu sevgi illər boyu ürəklərdə yaşayırdı, torpağa bağlayırdı insanları, torpağı sevməyi öyrədirdi insanlara və beləliklə də böyük bir zəfər yarandı. Və o zəfərdə təkcə güllələr, toplar danışmırdı. O zəfərdə həm də Ali Başkomanla danışırdı. Dünyanın gözü qarşısında 44 gündə elə bil ki, topların, tüfənglərin qabağında dayanmışdı. Dünyanın məscidli siyasətçiləri öyrədilmiş müxbirləri Azərbaycana göndərirdi və cənab Ali Başkomanla, cənab Prezident onların o suallarının qarşısında mərd-mərdanə, mətinliklə dayanaraq Azərbaycanın əsl həqiqətlərini dünyaya göstərə bilirdi və həmin günlərdə Ali Başkomandanımız da bir əsgər kimi döyüşürdü, sözlə döyüşürdü, dünyanın gözü qarşısında məscidli insanlarla döyüşürdü və beləliklə də o zəfərin təntənəsini xalqına yaşada bildi. Biz bugün də hələ dünyanın müxtəlif ölkələrində yenə də vətən satqınlarının, millət satqınlarının ifadələri ilə rastlaşırıq. Elə hamımızın gözü qarşısında bu günlərdə vitse-prezidentimiz Mehriban xanımın xarici ölkədə Azərbaycandan qaçmış bir müxbirin sualına cavab vermək ərəfəsində ona çox tutarlı cavab verdi və dedi ki, siz qadın paltarı geyib səfirlikdə gizlənən həmin müxbirsiniz və dedi getdi. Həqiqətən də sonraki dövrlərdə sosial şəbəkələrdə o adamın Amerika səfirliyinə müraciət etməsini verdilər. Amerika onu qəbul eləməyib səfirliyi, sonra İsveç səfirliyinə gedib, özü də qadın paltarı geyib gedibdi və o qadın paltarında da səfirliyin nümayəndələri tərəfindən Azərbaycandan çıxardı. Və bu torpağın belə satqın oğulları, övladları olsa da, amma onlar milyardda, milyonda birdirlər. Bugün Azərbaycan oğulları öz canları, qanları baxasına topların, tüfənglərin üstünə yeriyən oğullardır. Çünki onlar Şah İsmail Xətai nəslindən gələn övladlardır. Və hamıza yaxşı məlumdur ki, Şah İsmail Xətai Sultan Səlimin topunun üzərinə o dövrdə toplar təzə çıxmışdır və Şah İsmail Xətainin topu yoxdur. Həmin topun üzərinə öz qılıncı ilə getmişdir və qılıncı ilə topun gülləsini vurub salmışdır. Sonralar Sultan Səlim o qılıncı istəyəndə Şah İsmail Xətai məğlub şah kimi qılıncını göndərmişdi ona. Amma Sultan Səlim nə qədər istəmişdirsə də o topun gülləsini o qılıncla vurub sala bilməmişdi və demişdi ki, qılıncı səhv göndərmişdir. Amma Şah İsmail Xətai ona belə bir cavab göndərmişdi ki,
qılınc həmin qılıncdır. Amma qol o qol deyil. Yəni o qılıncı vuran biləklər lazımdır. Və Azərbaycan oğulları həqiqətən də Qarabağda 44 gün ərzində öz şücaətləri ilə, qəhrəmanlıqları ilə bütün dünyaya göstərdi ki, biz belə bir xalqın övladlarıyıq. Məğlub edilməz bir xalqın övladlarıyıq. Bizim ulu babalarımızın qanları bu gün də bizim damarlarımızdan axıb, gedir. Biz əsarətə öyləşməyən xalqıq. Bağdaşın da bir sözü var ki, orada ki, biz bir günlük azadlıq 40 gün köləlikdən yaxşıdır. Həqiqətən də çox şükür ki, biz qazilərimizin, şəhidlərimizin, digər hərbçilərimizin sayəsində vətən torpağını düşməndən azad edə bildik. Allah qazilərimizə can sağlığı versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin və bir büyük şairin sözü ilə işlərimi tamamlamaq istəyirəm ki, bu vətən torpağının qara köksündə sıra dağlar kimi quranlarındır. Bir tarix boyunca onun uğrunda özünü tarixə verənlərindir. İrəli atılıb sellərcəsinə, köksündən vurulublar ərcəsinə, İrgül bağçasına girərcəsinə bu qara torpağa girənlərindir. Bugün Azərbaycan şəhidlərimizin qanı bahasına ayaq üstə durdu, özünün zəfər himnini oxuya bildi və bu himni susmağa Azərbaycan oğulları, Azərbaycan gəncləri qoymaz ki, kimsə bir də bizim himnimizə qarşı, zəfər himnimizə qarşı əl uzadar. Azərbaycana uzanan o qara əllər siz gənclərin sayəsində yenə də səsləyəcəkdir. Mən bütün şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı, şəhid ailələrinə səbir diləyirəm və bütün bu gənclərə isə azad, firavan Azərbaycanda xoşbəxt yaşamağı arzulayıram. Sağ olun. Həqiqətən də çıxışlar getdikcə biz iştirak edən qonaqlarımızın, dəyərli çıxışlarımızın nə qədər bir-birindən əziz və dəyərli şəxslər olduğunun bir daha təqdimə vardır. Və bu hissənin son çıxışı üçün Naxçıvan Musiqi Kollecinin direktoru Məhəmməd xanım Babayevana kürsüyə dəvət edirəm. Sevgili tələbələrimiz, mən də hər birinizi salamlayıram, dəvət üçün qonaqlarımıza sonsuz minnətdarlığımı bildirirəm. Çox gözəl nakillərimiz, rəsmilərimiz öz çıxışlarında burada xalqımızı, millətimizin, dəyərli gənclərimizi lazımlı şəkildə təqdim edərlər. Onların xalqımız, millətimiz və dövlətçiliyimiz uğrunda apardıqları mübarizənin nə qədər möhtəşəm olduğunu, hansı qalibət və nəticələrini çox geniş şəkildə, ətraflı şəkildə izah edərlər. Mən sadəcə çıxışımı qısa eləmək istəyirəm. Demək istəyirəm ki, biz də Qaşıq müəllimin qeyd elədiyi kimi 90-cı illərdə, hətta 86-cı ildə Torpağı meşəsinin dağıldığı ilk gündən bəri biz də həmin mübarizəyə qoşulduq. Mən onda tələbə idim. Tələbə yoldaşlarımdan Heydər Əliyev heykəlinin qarşısına yığışmışdıq miting keçirildi. Mən bu mitingdə iştirak elədim və hətta çıxış da elədim. Kollecdə 2-ci kursda oxuyordum o zaman, 16 yaşım var idi. Və həmin çıxışda mən də bütün Azərbaycan gənclərini, öz tələbə yoldaşlarımı, universitet tələbələrini bu azadlıq uğrunda xalqımızın, millətimizin gələcəyini qorumaq üçün təbiətimizi, torpağımızın azadlığı uğrunda mübarizəyə çağırdım və həmin çıxışdan sonra mən tələbə yoldaşlarımla hərbi hissəyə çağırış komissarlığın qabağına getdik və orada biz də müharibədə döyüşmək üçün izin istədik. Lakin bizim yaşımızın az olduğunu və bizim qeyrətli oğullarımızın qarşısında bizim döyüş meydanına getməyimiz, cəbhəyə getməyimiz, düzgün sayılmaz deyə bizi bir dillə yola saldılar. Təbii ki, biz anlayırdıq, biz zərif və zərif qüvvəlidik, daha doğrusu güclü və zərif qüvvəlidik. Amma buna baxmayaraq, bizim sizin kimi igidlərimiz, igid oğullarımız, tarix yazan
oğullarımız, əsgərlərimizin qarşısında biz analarım orada gedib iştirak etməyi bizim xalqımızın övladlarına, oğullarına yaraşmayan bir simaydı. Bu mənada demək istədiyim odur ki, biz qadınlar da, biz analar da oğullarımızla, əgidlərimizlə bərabər bu döyüş meydanında iştirak etməsək də canımız, qanımız onların yanındadır. Yaşar müəllimin qeyd elədiyi kimi, əgər bir gün şəhid xəbəri gəlmirdisə, biz sevindik, o gecə rahat yatırdıq ki, bugün bizim oğlumuz, bizim igidimiz, bizim ərimiz və yaxud da qonşunun oğlu, əri, bacısı, nişanlısı və s. sağdır, yaşayır. Və hər gün bu ümidlə yaşamaq çox ağır bir zərbədir, ağır bir hissidir. Amma lakin biz dözümlü xalqıq, dözdük. Tüm bu ağırlıqlara, ağır-acılara, şəhid xəbərlərinə, hər gün artırmana gələn şəhidlərə heç kim yerində oturmurdu, evində olan xəstə belə xəstəliyinə baxmayaraq yatağında durur. Qışın soyuğunda çox sərt qış olub da həmin illərdə, həddindən artıq sərt qış yaşamışdıq. Sanki elədir ki, təbiət də bizim igidlərimizə, şəhidlərimizə qan tuturdu, yas tuturdu, ağlayırdı. O ağır günlərdən bütün şəhid anaları ilə bərabər biz də şəhid anası olduq. Şəhid xanımları ilə bərabər biz də şəhid xanım olduq. Şəhid övladları ilə bərabər biz də uşaq olduq. Atamızı ağladıq, qardaşımızı ağladıq. Yəni hər bir şəhid anası kimi biz də üzərimizə düşən məsuliyyəti dərk elədik və şəhid anası kimi qara bağladıq. Qara geyinib həmin yazılarda iştirak elədik. Mən bu günləri zəfər çalmış xalqın nümayəndələri kimi siz gənclərə bir daha elə bir ağır acını yaşamağı diləmirəm. Heç birinizə diləmirəm. Sadəcə həmin günləri filmlərdən, sənətli kitablardan və yaxud da əsərlərdən oxumanızı arzu edirəm. Çünki keçmişimizi unutmaq olmaz. Yaşamasaq da o hissləri yaşamalısınız. Bu duyğuları hiss eləməlisiniz ki, şəhid anasına, şəhid atasına, şəhid xanımına və yaxud da şəhid övladına necə hörmət lazımdır, necə ehtiramla yanaşmaq lazım olduğunu unutmayasınız. Çünki onların çəkdiyi ağır acını heç bir söz, heç bir sığal, heç bir maddi və mənəvi dəstək ovutmur. Heç bir şey ovutmur. Heç də dünyanın sərsəz belə bir şəhid anasının qarşısına o oradan oğlunun yerə atılan bir çöpünü üstün tutar ki, nəinki sizin onun önünə sərdiyiniz var dövləti. Yəni bu qədər şəhid anası üçün onun övladı, şəhid xanımı üçün onun həyat yoldaşı, şəhid övladı üçün də onun atası bu qədər dəyərlidir. Mən hər birinizə, bütün gənclərimizə can sağlığı arzulayıram. Bir də belə bir ağır-ağır yaşamamağı diləyirəm. Xalqımıza, millətimizə, rəhbərliyimizə can sağlığı, uzun ömrü, bütün dünyaya sülh əmin-amanlıq arzulayıram. Bir ana kimi arzum budur ki, xalqımızın başı üzərindən qara dumanlar çəkilsin ki, artıq çəkilibdir. Qarabağımız, Şuşamız azaddır və biz bu günləri bu torpağın üstündə başı dik edirik. Əvvəl hardasa qısılırdıq, hər hansı bir böyük bir tədbirlərdə, kürsülərdə bizim dövlət başlığımız çıxış edəndə onun əvəzinə biz də sıxılırdıq. Çünki yaralı yerimiz var idi. Bizim igidlərimizin, şəhidlərimizin qanı axıdılan torpaqlar tapdaq altındaydı. Erməni şovinistlərinin, müllarlarının çox özür istəyirəm, tapdaq altındaydı. Bizim şərəfimiz, ləyaqətimiz, namusumuz pislənmişdi o torpaqlarda. Bugün biz başı dik dururuq. Mən xanım olaraq başı dik dururam. Qürur hissi keçirirəm. O şəhid övladlarının, şəhid analarının, şəhid balalarımızın qarşısında canla, başla, hörmət hissi ilə baş əyirəm və sizlərin haqqını unutmaq olmaz. Onların biz borcunu necə ödəyəcək, heç onun da cavabı yoxdur. Heç birimiz onların borcunu ödəyə bilmərik. Amma bu günləri yenə də biz bu kürsüdə, bu torpaqda azad, sərbəst, rahat yaşayırıqsa, siniflərimizdə işıqlı ortaqlarda sakit otururuqsa, başımızın üstündən güllə səsi eşitmiriksə, top tüfəng səsi eşitmiriksə, bu bizim üçün böyük bir xoşbəxtlikdir. Bütün bu nailiyyətlərə görə biz şəhidlərimizə borçluyuq, qazilərimizə borçluyuq. Və buradan hər birinizin adından, bütün gənclərimizin adından şəhid analarına sağlıq diləyirəm. Onlara səbir diləyirəm, əta diləyirəm. Qazilərimizə can sağlığı, bütün siz gənclərimizə, ailələrimizə, valideynlərimizə, xalqımıza, millətimizə, dünya əhlinə can sağlığı, sağlam ruh, sağlam fikir, sağlam ideya, sağlam düşüncə və sülh əmin-amanlıq arzulayıram. Arzu edirəm ki, bir daha biz şəhid xəbəri eşitməyə və siz gənclərin tədbirləri sadəcə zəfər naminə təşkil olunsun, qalibiyyət naminə təşkil olunsun. Sizin gələcəyiniz üçün lazım olacaq mövqelər üzərində tədbirlərimiz həyata keçirilsin və bu gün bu tədbiri ərsəyə gətirən bizim təşkilatçılara Bakıdan səfər bizə
xoş gəliblər, bizi dəyərləndiriblər və həmin tədbirlərini bu səfər çərçivəsində məhz bizim universitetdə keçirməyi belə bir dəyər və xoşbəxtlikdir və siz təşkilatçılara da öz səmimi qəlbdən təşəkkürümü bildirirəm, gənclərimizə yenə deyirəm, dərslərində uğurlar, sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm. Və son çıxışımıza keçməmişdən əvvəl dəyərli spikerlərimizə bildirmək istəyirəm ki, bu çıxışdan sonra plaket təqdimatı həyata keçiriləcəkdir və son çıxışçımız Naxçıvan Dövlət Universiteti yanında Texniki Kollecin rektoru Asəf Uşanov. Hörmətli təbrik iştirakçıları, əziz protokol, hər birini salamlayıram, hər birini xoş gördük. İlk öncə bu cür təbrik keçirilməsi münasibətilə təşkilatçıların hər birini ayrı-ayrı öz təşəkkürümü bildirirəm və təbii ki, kollecimizin kollektorlarına da təşəkkürümü bildirirəm. Bugünkü mövzu olaraq çox gözəl bir mövzudur, konferanslı olaraq gözəl bir forumdur və bu konuda iştirak eləmək, burada söz vermək bizlər üçün təbii ki, xoşbəxtçilikdir. Və biz bugünkü zalda əyləşən gənclərimizin tədbirdə iştirakının çox sayılığını nəzərə alaraq deyilən sözlərə mən də tamamilə qatılıram. Məncə, burada bizim həmkarlarımız, yaxınlarımız, dostlarımız, burada iştirak edən çıxış edən hər bir şəxsin mən də fikirlərindən tamamilə razıyam. Təbii ki, burada deyilən sözlər bugünkü bizə təcəssüm elətdirən və keçmişimizi bizə xatırladan və gələcəyimizin bizim bunları yaddaşımıza yazan bir fikirlərdir, bir sözlərdir. Bu sözləri isə biz unutmamalıyıq, bu günləri isə unutmamalıyıq. Bu bizim tariximizdir. Tariximiz unutulursa biz də unutuluruq və vətənimiz də unutulur, xalqımız da unutulur və başımıza gələn müsibətlər də unutulur. Təbii ki, itirməyə başlayırıq hər bir şeyimiz. Buna görə də mən ilk öncə bu tarixi bizə yaşadan, bu zəfəri bizə yaşadan və zəfərdən suvereniyə doğru gedən və suverenliyi bizə yaşadan, suverenliyimizi özümüzə qaytaran, torpaqlarımızın bütövlüyünü bizə bərpa edən, bu əmin-amanlığı bizə bərpa edən, bizə geri qaytaran və bugünkü gənclərimiz üçün, dövlətimiz üçün, xalqımız üçün, millətimiz üçün bu əmin-amanlığı bizlər üçün yaradan başqa ailə başkomandalarımız olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah şəhidlərimizə rəhmət edəsin. Allah ailə başkomandalarımızı qorusun. Allah ordumuzu qorusun, milli ordumuzu qorusun. Bütün ordu mənsublarının hamısına can sağlığı arzulayıram. Qazilərimizə can sağlığı arzulayıram. Şəhid ailələrinə baş sağlığı verirəm. Başımız başı sağ olsun deyirəm. Allah kəslərimizi var eləsin, Allah ordumuzu qorusun, Allah vətənimizi qorusun, xalqımızı qorusun. Heç bir zaman Allah tarafından arzu edirəm ki, xalqımızın başına bir daha belə müsibətlər gəlməsin. Bir daha hər birisi təşəkkür edirəm. Bütün spikerlərimizə dəyərli çıxışlar üçün təşəkkür edirik. Həqiqətən də bu çıxışlardan təsirlənməmək mümkün deyil və Məsəd xanım da az önce təsirlənmişdir, ümid edir ki, yaxşıdır. Bütün spikerlərimizə bizim kiçik bir təşəkkürümüz olaraq plaket təqdimatı başlayacaqdır və plaket təqdimatı üçün dəyərli Məsəd xanım Hüseynovanı kürsüyə dəvət edir. Buyurunuz. Təşəkkür edirəm, əziz qonaqlar. Hörmətli gənclər, gördüyünüz kimi bizim bu tədbirdə müxtəlif sahələrdə çalışan dəyərli insanlar olsa da, hər birimizin yarası ortaqdır və hər bir çıxışçı danışdıqca mənim gözümün önündə doğrudan da tarix canlandı. Çünki elə bir yaş dövründəyəm ki, məndə deyir, qadın yaşını deməz, ancaq mən fəxrlə deyirəm, 42 yaşım var. Mən də o topxananın şahidi olmuşam, eləcə də qanlı yanvarın şahidi olmuşam və çox ağır acıyla qeyd etsəm də Qarabağ, 1-ci Qarabağ müharibəsində bir gündə ailə olaraq yaxın qohumları sadəcə sayıram, 42 şəhid verən bir ailənin övladıyam və az öncə qeyd edən natiqlərimiz çıxış edəndə üzrlü sayın mövzu mənim üçün o qədər həssasdır ki, hər zaman çalışıram
özümü ələ alım, ancaq Yaşar müəllim danışanda mən göz yaşlarını saxlaya bilmədim. Çünki bizim ailədən olan da bir şəhidimiz var, Elşən Fətəliyev. Onun hələ də nəşi tapılmadı. Ağdamın işğalı zamanı itkin düşdü və onun 2 az yaşlı, 1 yaşında, 2 yaşında bir övladı qaldı. Onların gözü yolda qaldığına görə artıq sonunda onun anası bir kəmərin, bunun kəmər, oğlunun kəmər olduğunu deyib, yəni onu artıq kəməri bastırıb ziyarətə gedəndə həmin məzarı, demək olar ki, orada məzarda heç yatan nəşi də yoxdur. Yəni düşünün ki, hansı dövrlərə, hansı hadisələrə şahid etmiş olan biri kimi mən bugün buradayım və fərqli sahələrdə çalışsam da, uşaq yaşlarından, uşaq bağçasından olduğumdan ta ki universitetlərə qədər, məktəbə qədər hər zaman bu özəl günlərin keçirilməsində birbaşa təşəbbüs göstərirəm. Çünki biz onları unutsaq əgər, təbii ki, yaşatmasaq, o zaman onlar ölər. Və bütün şəhidlərimizin qarşısında bir daha baş əyirəm ki, onlar doğrudan da bu gözəl, güclü günü bizə göstərdilər. Hələ ki, o çörək növbələrindən danışdınız və düşünün ki, bizim də bir tərəfimiz həm Qərbi Azərbaycan tərəfdən var, həm Qarabağ tərəfdən var. Biz Bakıda yaşayırdıq və bütün nəslimizin, qohum-əqrabanın kişiləri az yaşlı övladlarını və qadınları bizə gətirdilər. 2 otaqlı evdə biz hardasa 37 nəfər bir gündə demək olar ki, yəni yatırdıq. Evin hər yerində döşək, yorğan bu şəkildə salınmışdı ki, çünki qalmağa yer yox, birdən-birə bu hadisə baş verib və bizim ordumuz yox idi. Ən acınacaqlı vəziyyət oldu ki, əllərinə nə keçdi, onunla döyüşməyə çalışırdılar. Ancaq bizim 2020-ci ildə böyük bir ordumuz, güclü ordumuz bu 30 ildə yetişdi. Hətta mənim anam keçən il rəhmətə getdi və anam son günə qədər, hər zaman 2020-ci ilə qədər də Qarabağ həsrəti ilə və hər gün ağlayırdı və Qarabağda xüsusilə də işğalı eşitdikcə, o çox gənc idi, bir gündə bütün saçları ağardı, mən bunun şahidi olmuşam və 2020-ci ildə bizim Gənclərin Tövbəsi İctimai Birliyi kollektiv olaraq 44 günü biz demək olar ki, bir gündə evimizdə gecələmədik. Kollektiv olaraq hər gün cəbhədə əskərlərin yanındaydıq. Fərqi yoxdur, ordumuz elə güclüydü ki, əskərlərin özlərinin ruh yüksəkliyi, onların bizim həm yemək, həm geyim, hər şeyimiz var, heç nəyə ehtiyacımız yoxdur desələr də, hər kəs qeyd etdiyiniz kimi əlində nə var idi, onlara verirdi. Hətta anam gedəndə bizimlə birlikdə onlara o cibindəki son pullara qədər paylayırdı. Hamısını ki, yəni onlar bizim birlik olduğumuzu görüb daha da ruhlanırdılar. Və yaşından asılı olmadan inanın ki, hər biri o qədər həvəsliydi ki, biz onları gördükcə daha da özümüzü güclü hiss edirdik və 4-5 günü Bakıda qaldıq, o 44 günün. Onun da hamısını bayraqlar əlimizdə həm Azərbaycan, həm Türkiyə bayraqlarını parklarda, küçələrdə bütün gənclərə, hər kəsə paylayaraq əhalinin də ruh yüksəkliyinin yuxarı olmasına görə bu kimi tədbirləri keçirdik və burada biz keçirdiyimiz tədbirləri saysaq, inanın ki, saatlar keçməz. Ona görə mən əvvəldə çox geniş çıxış eləmədim, ancaq deyərdim ki, bu ağrını, bu acını yaşayan hər birimiz, o yaş dövrü elə oldu ki, yəni fərq eləmir, harada yaşayırdıq, hansı regiondaydıq, hamımız bu ağrını, acını gördük və ona görə də 30 ildə bir dəqiqə də biz dincəlmədik. Hətta bir nüansı qeyd edəcəm, düzdür, bütün kitabların əvvəlində, gündəliklərin əvvəlində işğal tarixləri yazılırdı və hər gün bütün efirlərdə, xəbərlərdə hava haqqında məlumat gedəndə bir daha Qarabağın bölgələri də bir-bir sayırdılar və belə olan halda mənim babam da Qarabağ nisfiyeli dünyadan köçdü. Hətta bəzən olurdu ki, mərd, qorxmaz bir kişi olduğuna baxmayaraq gözləri yaşarırdı ki, hisslənirdi birdən ki, o bölgələrin havasını kimə deyirsiniz ki, yəni artıq ermənilər görəcək o havanı. Yəni ona belə bəzən olurdu ki, reaksiyasını göstərirdi. Uşaq yaşından böyüyənə qədər hər dəfə deyirdim ki, biz o torpaqları alacağıq, narahat olmayın, biz onları geri qaytaracağıq və çox şükürlər olsun ki, biz bu günü gözümüzdən gördük. Düzdür, indi artıq 5 il 6 il keçməsinə baxmayaraq biz artıq inanırıq. Amma 2020-ci ilə qədər heç kim inanmırdı. Ya da deyirdik ki, bəlkə olacaq, nə vaxtsa olacaq, amma biz görməyəcəyik və şəhidlərimizin canı, qanı bahasına biz bunu
bugün yaşayabiliriksə, bir daha onlara, onları böyüdən analara, müəllimlərə bir daha təşəkkür edirik. Yaxşı ki, varsınız və fərqli sahənin insanları gözəl çıxışlarını etdilər. Ancaq bizim hələ panel müzakirələrimizdə də elm adamları, tarixçilərimiz də bir daha bu məlumatları sizin diqqətinizə çatdıracaq. Bir daha minnətdaram və istərdim ki, çıxış edənlərə xatirə olaraq təşəkkür plaketlərimizi təqdim edək. Təşəkkür edirəm bir daha. Və növbəti olaraq da Naxçıvan Ali Məclisinin deputatı, şəhid anası Gülşad Rüstəmova. Növbəti millət vəkilimiz, şəhid qardaşı Üzeyir Məmmədov. Növbəti plaket təqdimatı üçün qonağımız Naxçıvan Hərbi Kollecinin rəisi Polkovnik Yaşar Hüseynov. Və növbəti Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar. Növbəti olaraq Naxçıvan Musiqi Kollecinin direktoru Məmməd xanım Babayev. Naxçıvan Gənclər və İdman Nazirliyinin əməkdaşı Lahə xanım. Və son olaraq da Naxçıvan Dövlət Universiteti yanında Texniki Kollecinin direktoru Asər Müşanov. Qonaqlarımızı öz yerlərinə dəvət edirik. Hörmətli iştirakçılar, bunu vurgulamaq istəyərdim ki, birinci panelimizə keçməmişdən öncə təşkilatımızın ən gənc və fəal üzvü Aydan Hüseynovanın şeir asıldı. Elmi Hüseynov. Daha bəsdir, ağlamayaq, dayansın bu gözyaşı. Silinsin yaddaşlardan, silinsin qan yaddaşı. Zəfər çalsın daima, qalib gəlsin ordumuz. Təmizlənsin düşməndən, azad olsun yurdumuz. Qarabağ səslənəndə qanamasın yaramız. Ölməsin övladımız, ağlamasın anamız. Bakıdan Xocalıya çəkilsin dəmir yolu. Edilən ilk səfərdən
alınmasın yol pulu. Laçında səslənilsin Laçının muğamatı, Qarabağa yollansın Qarabağın fanatı, Füzulidə ucalsın Füzulinin heykəli, qoy millətim gəzməsin daha gözü kölgəli. Zəngilanda səslənsin milli zəfər zəngimiz, Qarabağı almadan bitməz bizim cəngimiz. Azərbaycan, Türkiyə, bir millət, iki candır. Duysun bütün kainat, Qarabağ Azərbaycandır. Aydan xanıma şeir üçün təşəkkürlərimizi bildiririk və hörmətli iştirakçılar, hamımızın səbirsizliklə gözlədiyi ilk panelimizə keçid edirik. İlk olaraq panelin moderatorluğunu etməsi üçün millət vəkilimiz Üzeyir Məmmədovu dəvət edirəm. Buyurun. Nəticəsi deyil, uzun illər aparılan mübarizənin məntiqi nəticəsini ifadə edir. Zəfər anlayışı yalnız döyüş meydanında əldə edilən qələbə ilə məhdudlaşmır. Zəfər siyasi müstəqilliyin möhkəmləndirilməsi, hüquqi suverenliyin bərpası və milli özünüdəş prosesinin yeni mərhələyə qədəm qoyulması deməkdir. Bu paneldə əsas məqsəd zəfərin tarixi, ideoloji və akademik əsaslarını müzakirə etmək və bu qələbənin dövlətçilik düşüncəsinə necə təsir etdiyini açıq şəkildə qiymətləndirməkdir. İndi isə birinci panel müzakirəsi olan zəfərdən suverenliyə mövzusu altında panelçiləri diqqətinizə çatdırmaq istəyirəm. Zamin Əliyev, Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru. Buyurun. Nazlı Yaqublu, Naxçıvan Dövlət Universitetinin müəllimi. Asim Yadigar, Naxçıvan Yazıçılar Birliyinin sədri. Hər birinizi salamlayıram, xoş gördük, maraqlı və xoş müzakirələr arzulayıram sizə. Asim mənim cəzə versə, ilk sualımı Zamin müəllimə bağlamaq istəyirəm. Nazım cəzəsi ilə əzətdəki. Tarixçi kimi sizə vətən müharibəsində qazanılan zəfərin dövlətçilik baxımından ən əsas dərsi nədir və bu kəslər üçün bunu necə qiymətləndirə bilərsiniz? Öz fikirləriniz əsasında qiymətləndirəsiniz və xahiş edəcəm ki, reglamentə uyğun olaraq 3-5 dəqiqə ərzində fikirlərimizi, kəslərimizi çatdıraq. Sağ olun. Azərbaycan tarixində demək, bu kimi hallar çox olmuşdur, amma demək olar ki, son dövrlərdə baş vermiş hadisə, məhz 44 günlük vətən müharibəsi qədər bu hadisənin misli görülməmiş hadisələr içərisində daxildir. Dövlətçilik baxımından hansı nəticələri olmuşdur, bunu xüsusilə qeyd etmək istəyirəm. Əsasən, 20-ci əsrin əvvəllərində, 20-ci əsrin sonlarına doğru bilirik ki, Azərbaycan tarixi Azərbaycan xalqı çətin sınaqlar qarşısında qaldı. 90-cı illərdə bilirsiniz ki, Azərbaycan xalqının müstəqillik əzmini sındırmaq üçün Sovet ordusu Azərbaycana daxil oldu. 20 yanvar hadisələri baş verdi. Azərbaycan xalqına qarşı misli görülməmiş qətliamlar törədildi. Və daha sonraki dönəmdə 91-94-cü illərdə baş vermiş müharibə nəticəsində Azərbaycan məğlubiyyətin ağır acısını hiss elədi. Təbii ki, Azərbaycan rəhbərliyinin o dövr ki, belə deyək, Azərbaycan rəhbərliyinin daxilində o dövrdə Azərbaycanda mövcud olan siyasi pərakəndəlik, eyni zamanda bu dövrdə siyasi ambisiyalarını, şəxsi ambisiyalarını həyata keçirmək istəyən, öz ambisiyalarını ümumi milli mənafeydən üstün tutan şəxslərin mübarizəsi, hakimiyyət uğrunda mübarizə nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi meydana gəlmişdir. Azərbaycan daxilində də, Azərbaycan ordusu daxilində də parçalanma baş vermişdir. Nəticə etibarilə sonraki dövrdə Öndər Heydər Əliyevin 93-cü ildə hakimiyyətə gəlməsi və Azərbaycanda o dövrdə sabitliyin bərpa edilməsi nəticəsində Azərbaycanda artıq inkişafa qədəm qoyduğu siyasi stabillik yaranmış oldu və sonraki dövrdə də Azərbaycan artıq yüksələn istiqamətdə inkişaf etməyə başladı. Və sonraki mərhələdə də demək,
Ali Baş Komandan İlham Əliyev cənablarının hakimiyyətə gəlməsi bu siyasi xətti davam etdirərək Azərbaycan sonraki işıqlı gələcəyi üçün bir növ təməlləri bu dövrdən qoyuldu. Əsasən Azərbaycan ordusu günü-gündən genişləndi. Azərbaycan diplomatik əlaqələri demək olar ki, şaxələndirilmiş formada həyata keçirildi. Eyni zamanda bununla paralel olaraq ordu quruculuğu sahəsində demək müxtəlif işlər görüldü. Ordu quruculuğu sahəsində Azərbaycan ordusu demək olar ki, dünyanın güclü orduları sırasına daxil oldu. Və təbii ki, Üzeyir müəllimin məndən verdiyi suala uyğun olaraq qeyd etmək istəyirəm ki, bunun bizim üçün nəticəsi oldu ki, Azərbaycan 90-cı illəri və 2020-ci illərlə müqayisədə çox böyük fərq var idi. 2020-ci ildə təbii ki, Azərbaycan diplomatik sferada münaqişənin həll edilməsi üçün bir çox cəhdlər göstərdi. Əsasən beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan bu məsələni sülh yolu ilə həll etməyə çalışır. Lakin çox təəssüflər olsun ki, Azərbaycanın yaxşı niyyəti, xoş niyyəti düzgün qəbul olunmurdu və BMT-nin qəbul etdiyi bir sıra qətnamələr həyata keçirilmədi. Eyni zamanda bir sıra beynəlxalq təşkilatların həyata qəbul etdiyi qətnamələr yalnız sənəd üzərində qaldı. Və sonraki dövrəmdə biz tarixçi olaraq mən müşahidə edirdim ki, artıq münaqişəni dondurmaq, rəfə qaldırmaq bu kimi belə deyək, səylər göstərilirdi. Təbii ki, Azərbaycan xalqı da bununla barışmalıdır. Və nəticə etibarilə 2020-ci ildə sentyabr hadisələrində Azərbaycan əks-hücum əməliyyatına başlandı. Düşmənə yerini göstərdi. Azərbaycan uzun müddət işğal altında qalmış torpaqlarımızı düşmən tapdağından azad etdi. 27 sentyabr hadisələrindən sonra mən qeyd etmək istəyirəm, xüsusən burada vurğulayıram ki, həmin dövrdə biz də səfərbərlikdə xidmət edirdik. Yəni 44 düzdür, Vətən müharibəsi 44 gün davam elədi. Biz 56 gün həmin ordu hissələrində xidmət göstərdik. Və bu dövrdə biz orduda olduğumuz dövrdə əsasən demək olar ki, biz zabit heyətimizdən tez-tez müharibənin təbii ki, biz Naxçıvandan getməmişdik, yalnız Naxçıvanda xidmət göstərdik. Və zabit heyətimizdən tez-tez bu məsələlərlə bağlı müzakirələr apardıq və eyni zamanda orduda hər gün demək olar ki, biz müxtəlif xəbər kanalları vasitəsilə orduda bizim ümidverici, eyni zamanda qalibiyyətli hadisələri tez-tez böyük fərəhlə dinləyirdik. Təbii ki, Azərbaycan xalqının demək 90-cı illər və 2020-ci illəri müqayisə edəndə eyni zamanda həm xalqın ruh yüksəkliyi, həm xalq lider birliyi, eyni zamanda ordunun ruh yüksəkliyi ilə müharibədə iştirak etməsi demək bu dövrdəki fərqi göstərir. Təbii ki, bunların hamısı zamanında yürüdülmüş məqsədyönlü siyasətin nəticəsi idi. Bu Öndər Heydər Əliyevin əsasını qoyduğu Ali Baş Komandan İlham Əliyev cənablarının həyata keçdiyi məqsədyönlü, şaxələndirilmiş diplomatik bacarıqlar sayəsində həyata keçmişdir. Düşünürəm ki, irəliləyən dəqiqələrdə məsələ ilə bağlı, məsələnin tarixi aspektləri ilə bağlı suallarımız olarsa əgər, onu da sevə-sevə cavab verməyə hazırım. Sağ olun. O xalqın tarixi uludur demək. Və həmişə belə bir söz işlədir ki, türklər ümumiyyətlə tarix yazmayıb, tarixi yaradıblar. Döyüşüblər, vuruşublar, amma tarix yazmaqla məşğul olmayıblar. Elə hadisələr var ki, onları tarixləşdiririk. Onlar bizim yaddaşımızda bir tarixə dönür. 92-ci ildə mən Günəşli sanatoriyasında müalicə olunurdum. Xocalı qaçqınlarının uşaqları həmin gün oralardaydı, orada yerləşdirilmişdi və axşamlar musiqi çalınanda 5-6 yaşlı uşaqlar oynayırdılar. Ona görə oynayırdılar ki, oradakı insanlar onların hərəsinin əlinə 1 manat, 10 manat, Rus pulu ilə Azərbaycan pulu bir yerdə işləyirdi və o uşaqlar da həvəslə oynayırdı. Onda mən bir şeir yazdım ki, hələ azadlıq davamız çalınmayıbdı, hələ sən oynama, oynama bala. Qaynar qazanınız ocaqda qaldı, bir dünya gülüşün dodaqda qaldı, barısan oynama, oynama bala. Bu dünyanı oynamaq vaxtımız deyil, qisas var, düşməndən alınmayıbdı. Azadlıq havamız çalınmayıbdı, hələ sən oynama, oynama bala. Və onu deyirdim ki, bizim azadlıq havamız çalınacaq. Xalqın bir azadlıq günü olacaq, torpaqlarının qaytarıldığı gün olacaq və bir də heç unutmadığım bir tarix var. 2009-cu ildə may ayının 8-i idi
may ayının 8-də mən iş yerimdə, otağımda oturub, radioda musiqiyə qulaq asırdım. Təbii ki, Şuşa ilə bağlı məlumatlar verilirdi, mahnılar oxunurdu və həmin gün bir şeir yazdım, nəvəmə ünvanladım ki, nəvəmin 5 yaşı vardı. 17 ildir ən gözəl göyfərimiz, başımız gedib, Şuşa adlı göyfərimiz, qaşımız gedib. 17 ildir mən çəkirəm bu ağrını, acını. 17 ildə sən çəksən bu dərdi, heç nə demirəm. Onda yaşıtlarınızla gəlib tüpürərsiniz biz babalarının qəbrinə. Yəni biz bu Qarabağ ağrısını, Qarabağ acısını da 9-cu ildə yazmışdım bu şeiri. Siz nəvələrə bıraxsaq, onda bizim üçün çox çətin olar. 17 il keçir. Bu gün ona görə o söhbətə qayıtdım ki, 6 il bundan qabaq biz torpaqlarımızı, əskərlərimizin, qəhrəmanlarımızın, qazilərimizin, şəhidlərimizin və bir də ölkəmizin gücü sayəsində qaytarmışıq. Bugün biz öz nəvələrimizin üzünə də dik baxa bilirik, başqa millətlərin üzünə də dik baxa bilirik. Və təbii ki, ədəbiyyatda da bizim şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazıblar. Bayaq mən adını çəkdim, o əsərlərin biri mənim heç yadımdan çıxmır. Zəfər hələ bitməyib adlı bir roman yazılmışdı. Qafar adlı oğlan vardı, Şükür Qafar. Və romandakı hadisələri 20-ci ilin iyun ayında, sentyabr ayında bitirmişdi. Mən əsəri oxudum, dedim ki, əsərin avqust ayında çap olunacaq. Səndəki hadisələr sentyabr ayının sonunda bitir. Oğlunun yanına gələn 90-cı illərdə Naxçıvanda hərbi xidmətdə olan ata gəlib indi oğlu Naxçıvanda üst təyinatlardadır, buraxılışıdır, gəlib onun anlaşmasına. Və belə bir vaxtda əsərdəki hadisələri çevirdim, avqust ayında yekunlaşdırdım və getdim. Sentyabrın 27-sində hadisələr başlananda mən Şükür Qafara zəng elədim. Dedim, Şükür müəllim, görürsən nə hadisələr baş verdi? Sən tezliklə əsəri ikinci hissəsini yaz. Və Şükür 2 ayın içərisində müharibə qutarandan sonra romanın ikinci hissəsini yazdı. Zəfər, savaş zəfərlə bitdi. Belə çox maraqlı bir əsər oldu. Bu dəfə də Naxçıvanda xüsusi təyinatlı həmin o gənci oğlanı göndərdi Qarabağa. Və Qarabağda zəfərlə qayıtdı. Bu da 2 hissəli bir roman oldu. Yəni bizim yazıçılarımız, şairlərimiz belə əsərlər yazır. Son dövrlərdə mən elə 2-3 ayın ərzində 5-6 şəhidlərlə bağlı kitabların təqdimatında olmuşam. Elxan Yurdoğlu'nun, sonra Türkiyədə çap olunan bir şəhid, bir qazi, bir şeir kitabının təqdimatında çıxış eləmişik. Əzdə xanımın kitabının yaxınlarda bayrağının 4-cü rəngi şəhid. Sonra Tərəynə xanımın kitabının təqdimatında olmuşuq. Ondan başqa Elxan Yurdoğlu'nun yarımçıq qalmış roman kitabının təqdimatını keçirmişik. Məhəmməd Eldəloğlu və başqa şair dostlarımızın kitablarının təqdimatında olmuşuq. Şirin Qəmxarın bir kitabı çap olmuşdur, Şəhidnamə. Bütün demək olar ki, kitab başına ayağa şəhidlərə həsr olunmuşdur. Bayaq mən qeyd edelim, bizim son 5 ildə 57 kitabımız çap olub ki, bu kitablardakı şeirlər, poemalar, romanlar, povestlər, hekayələr demək olar ki, hamısı Qarabağ zəfərimizə həsr olunan əsərlər. Çox sağ olasın müəllim, ətraflı çıxış izah verdiniz proseslərə. İndi isə sözü Nazlı xanıma təqdim etmək istəyirəm. Nazlı xanım, ali təhsildə gənclərə suverenlik və dövlətçilik düşüncəsini aşılamaq üçün nələrə daha çox diqqət yetirilməlidir? Buyurun. Mən də öz növbəmdə bütün qonaqları Doğma Ocaqda Naxçıvan Dövlət Universitetində salamlayıram. Və mən bu suala öz ixtisasıma uyğun olaraq cavab vermək istəyirəm. Beynəlxalq münasibətlər sahəsində bir mütəxəssis olaraq. Əlbəttə biz tariximizi bilməliyik, ondan əlavə dünyada baş verən prosesləri bilməliyik. Bu həm bizim vətəndaş borcumuzdur, həm bizim tələbə olaraq borcumuzdur. Təsəvvür edin, bugün 20-21 yaşında olan hər hansı bir tələbə dünyada baş verən prosesləri bilmirsə, deməli Azərbaycanın hazırki mövqeyini bilmir deməkdir. Bizə elə həmçinin də hörmətli rektorumuzun da tapşırığı var. Hər dərs biz, istər şəhidlərimiz, istər qazilərimiz barədə, istər şanlı zəfərimiz barədə dayanmadan məlumatları veririk. Artıq Xocalı faciəsi yaxınlaşır. Biz 2020-ci ilə qədər 20 yanvar Xocalı faciəsi, Ağdaban faciəsi, Qaracel faciəsi hər birini müəyyən yanğı ilə, ürək buruğu ilə qeyd edirdik. Hətta və
bəlkə hamımızda olub biz İran üzərindən tranzit Bakıya gedəndə, işğalda olan torpaqları görəndə özümüzdən asılı olmadan reaksiyamızı gizlədə bilmirdik. Hətta bəlkə bu mənə qadına məxsus bir şeydir, gözümdən yaş daxırdı. Amma indi fəxr və qürurla keçirik orada. Biz oradakı torpaqları, orada böyük qayıdışı görürük və bunu tələbələrə canlı olaraq demək lazımdır, bildirmək lazımdır ki, bunu özlərimizə götürmüşük. Hazırki dünyada yeni dünya nizamı formalaşır. Yeni dünya nizamı böyük dövlətlərin istəklərinə uyğun olaraq dünyanın yenidən konfigurasiya edilməsidir. Və bu dünya nizamında Azərbaycanın yeri xüsusidir və diqqətə layiqdir. Bu, Azərbaycan gəncinin, Azərbaycan şəhidinin, Azərbaycan qaysinin və uğurlu Azərbaycan diplomatiyası hesabına baş vermişdir. Bugün hər bir Azərbaycan gənci bilməlidir. Biz türk-müsəlman sivilizasiya olan bir dövlətdə yaşayırıq. Asiyada yerləşirik. Asiyanın özü çox da böyük olmayan, coğrafiya cəhətdən çox da böyük olmayan, amma gördüyü böyük işlərlə adından söz etdirən bir ölkədə yerləşirik. Samuel Huntington'un belə bir nəzəriyyəsi var, 90-cı illərdə qeyd edib, sivilizasiyaların toqquşması. Huntington buyurur ki, Amerika Birləşmiş Ştatlarının dövlət kafibidir. Dünyada baş verən bütün proseslər sivilizasiyaların toqquşmasından meydana gəlir. Əlbəttə ki, biz qatılırıq bu fikrə, çünki türk-müsəlman sivilizasiyası olaraq Azərbaycana qarşı əks tərəfdən nə qədər addımlar atıldığını görmüşük. Təsəvvür edin, 90-cı ildə Azərbaycanın 20% torpaqlarının işğal olunmasına baxmayaraq, Qaracam faciəsi, 20 yanvar faciəsi, Xocalı faciəsinin elan olunmasına baxmayaraq, Azərbaycana qarşı 907-ci akt qəbul edilir. Azadlığı dəstək aktına 907-ci düzəlişi qəbul edilir. Qısa bir məlumat verim, nə deməkdir bu? Yeni müstəqil olan dövlətlərə qərb tərəfindən, xüsusilə Amerika tərəfindən verilən bir yardımdır bu 907-ci akt. Yəni biz güclənməliyik və yenidən sosializm, yəni Rusiyanın əsarətinə düşməməliyik. Və bizə məlumdur, sosializm dağılmışdı, amma Rusiya var idi, Rusiya ortadaydı və Rusiya bölgənin daimi özünü aktivist olaraq görürdü. Və bizi bu 907-ci aktdan məhrum buraxdılar. Müəyyən səbəblər, bəhanələr gətirdilər. Halbuki Azərbaycan torpaqları işğal olunmuşdu. Azərbaycan xalqına qarşı görülməmiş vandalizm siyasəti yürüdülmüşdü. Lakin Heydər Əliyevin, ümumi liderin bizə bir ev tapşırığı var idi. Torpaqlar işğaldan azad olunmalı idi. Azərbaycan imzası qalib ölkələrin imzası içində daxil olmalı idi. Azərbaycan dünyanın əsas siyasi aktorlarından birinə çevrilməli idi. Və nəhayət, bugün baxanda artıq cənab prezidentin çıxışlarına, istər dünənki tarixdə Münhendəki çıxışında, istər Şarm Əl-Şeyx görüşlərində, istər 2025-ci il 8 avqust paraflama sazişində biz dövlətimizin imzasını qərb dövlətləri arasında görə bilirik. Artıq Azərbaycan imzası xaric dövlətlərin arasındadır. Bunu bilmək, bunu anlamaq əlbəttə ki, bizim üçün fəxr və qürurdur. Bugün Azərbaycan sülhü var. Paraflama sazişinə qısa bir toxunmaq istəyirəm. 2025-ci il 8 avqust məsələsinə. Münhen çıxışında cənab prezident vurğuladı. Biz artıq sülhü əldə etmişik. Faktiki olaraq paraflama sazişi sülh deməkdir elə. Bəli, sülh əldə olunub artıq. Lakin artıq Azərbaycanın qalib dövlət kimi Ermənistan üzərinə ev tapşırıqları var. 2 dənə vacib ev tapşırığı var. Ermənistan bu 2 vacib ev tapşırığını yerinə yetirəcək, ondan sonra sülh sazişi imzalanacaq. Çünki dövlət başçısı vurğuladı, əslində paraflama sazişi ilə sülh sazişi idi. Biz qəbul etsəydik. Biz qəbul etmədik, çünki ATƏT Minsk qrupu buraxılmalıdır. Sözdə yaradılmış bir təşkilatdır. 92-ci ildə güya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və Amerika hər cəhətdən biz diqqət edəsək, onlar yalnız Ermənistan tərəfindən çıxış etmiş. 30 il ərzində münaqişənin həlli istiqamətində demək olar heç bir adım atılmamışdır. Digər əsas Azərbaycanın Ermənistan üzərində verdiyi ev tapşırığı nədir? Ermənistan konstitusiyası dəyişdirilməlidir. Bu yaxınlarda Erməni müxbirinin Azərbaycan prezidentinə də bununla bağlı sualı var idi ki, siz Ermənistan dövlətinin daxili işlərinə qarşırsınız. Bəli, biz qarşırıq. Çünki hər hansı bir dövlətin konstitusiyasında bizə qarşı ərazi iddiası varsa, o dəyişdirilməlidir. Çünki bütün ölkələr dünyada konstitusyon idarə olunur, konstitusiyası ilə idarə olunur. Bugün Ermənistanda hər hansı bir hakimiyyət dəyişikliyi baş verirsə, yeni gələn prezident həmin konstitusiyanı əsas tutaraq yenidən Azərbaycan üzərinə şovinist addım ata bilər, ərazi iddiaları ilə sürə bilər və Azərbaycanın növbəti şərti Ermənistan dövlət başçısı, baş nazir tərəfindən qəbul edilib və vəd verib 2026-cı ilin may ayında Ermənistan konstitusiyası dəyişdirilməli, Ermənistan referenduma getməli, konstitusiya dəyişdirilməlidir. Biz artıq sülhü daha yaxın hiss edirik.
Sülh imzalanmır çünki biz istəmirik. Çünki şəhidlər ev tapşırıqları yerinə yetirilməlidir. Axı ümumi lider bizə ev tapşırığı qoyub, torpaqlar işğaldan azad olunsun. Azərbaycan torpaqları işğaldan azad olunur. Bununla yanaşı biz elə plakatda olduğu kimi suverenlik məsələmiz var. Bugün dünyada çoxlu dövlət var, onlar bəli müstəqildirlər, amma biz deyə bilmərik onlar həm də suverendirlər. Suveren olmaq hər bir dövlətin ən böyük arzusudur. Amma bugün hər bir dövlət suveren deyil. O dövlət suverendir ki, o tam olaraq daxili və xarici siyasəti müstəqil şəkildə həyata keçirə bilsin. Heç bir gücdən, heç bir böyük dövlətdən asılı olmasın. Bugün Azərbaycanda olduğu kimi. 2023-cü ilin sentyabrın 19-dan 20-sinə keçən gecə. Cəmi 23 saat 44 dəqiqəlik bir əməliyyat keçirildi. Anti-terror tədbirləri, lokal tədbirlər idi. 23 saat 44 dəqiqə ərzində Azərbaycan öz konstitusiyon quruluşunu bərqərar etdi və bütün konstitusiyanın qəbul etdiyi, bərqərar etdiyi bütün torpaqlarında artıq hakimiyyət və söz sahibliyinə malik oldu. Və ondan sonra təbii ki, biz Azərbaycan Prezidentinin verdiyi sərəncamla 2024-cü ilin fevral ayında ilk dəfə olaraq bütün Azərbaycan ərazisində prezident seçkiləri keçirildi. Bunlar çox böyük hadisələr idi, çünki ilk dəfə olaraq bütöv Azərbaycan təmin olmuşdu. Bu fikir tamamilə mənim subyektiv fikrimdir və mən düşünürəm ki, tarix boyu Qarabağ heç vaxt bu qədər Azərbaycanlı olmayıb. Tarix boyu heç vaxt Azərbaycan bu qədər Qarabağda hakim olmamışdı. Bugün Qarabağ ərazisi tamamilə Azərbaycanın əlindədir. Azərbaycan qanunları idarə olunur. Qarabağ Azərbaycan polisi qoruyur, Azərbaycan əskəri qoruyur. Bəli, biz bunlardan bu qədər danışırıq, amma şəhidlərimizin haqqını, qazilərimizin haqqını unutmamalıyıq. Azərbaycan diplomatiyasını unutmamalıyıq. Müharibə təkcə döyüş meydanında getmir, müharibə həm də informasiyada gedir. Bilirsiniz, Azərbaycan Prezidenti informasiya müharibəsi verdi. 44 gün ərzində 100-dən çox telekanala müsahibə verdi və bu müsahibələrin hər biri bir kitab formasında çap olunmalıdır əslində. Frans 24 telekanalını verdiyi əgər erməniləri o qədər çox istəyirsə, Marseli verir onlara ifadəsi, erməniləri bir dəfəli susturdu əslində. Amerika Birləşmiş Ştatları telekanallarına verdiyi müsahibədə, Ata Bush və George Bush'la bağlı verdiyi müsahibədə bu da onları bir dəfəli susturdu. Müharibə bizim üçün ev tapşırığı idi və bu ev tapşırığı uğurla həyata keçirildi. Son olaraq Cənab Prezidentin belə bir çıxışı var, onu xatırlatmaq istəyirəm. Əlbəttə ki, biz müharibə istəməzdik. Əlbəttə biz öz torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəyərdik. Amma Prezident deyir ki, mən hakimiyyətə təzə gələndə düşünürdüm ki, beynəlxalq hüquqdan torpaqlarımızı qaytara bilərik. Amma artıq görürəm ki, hüquq yoxdur. Konvensiyalar yoxdur. Biz ev tapşırığını yalnızca öz gücümüz hesabına, ordumuz hesabına həyata keçirdik. Bizə heç bir xarici qüvvə, xarici güc kömək etmədi. Bunu yalnız Azərbaycan əskəri, Azərbaycan zabiti həyata keçirdi, Azərbaycan diplomatiyası həyata keçirdi. Və bunlardan bugün fəxri və qürurla danışırıqsa, mən anamızın qarşısında da baş əyirəm, anamızın timsalında bütün şəhid anaların qarşısında baş əyirəm və bir akademik heyətin üzvü olaraq mən özüm sizə söz verirəm ki, unutturmağa heç vaxt imkan verməyik bunu. Heç vaxt biz şəhidlərimizin, qazilərimizin unudulmasına, zəfərimizin unudulmasına imkan verməyik. Sağ olun, minnətlərim. Hörmətli panelçilərimizin hər üçünə təşəkkürümüzü bildiririk. Son olaraq Nazlı xanıma xüsusi təşəkkürümü bildirirəm. Ölkədə baş verən proseslərə, ictimai siyasi proseslərə qısa şərh verdi. Həqiqətən də ölkəmizin dünya miqyasında son dövrlər qazandığı uğurları siz səsləndirdikcə biz də həm bir Azərbaycan vətəndaşı kimi ürəyimizdə qürur hissi keçirdik. Bunları xatırlatdığınız üçün və sualımıza cavab verdiyiniz üçün bir daha təşəkkürümü bildirirəm. Durmuruq, sizə bir 5 dəqiqədə vaxtınızı alacağım. İndi isə Gənclərin Dövlət İctimai Birliyinin sədri Asim Vəliyevi və Birliyin icrası direktoru və layihə rəhbəri Məsəd xanım Hüseynovanı səhnəyə dəvət edirəm. Sizləri plaketlə təşəkkürnamə ilə təqdim edəcəklər. İlk olaraq Zamin bəy xronoloji ardıcıllıqla necə tarixi hadisələri izah etdi. Daha sonra Asim müəllim öz növbəsində şeirlərlə və bədii ədəbiyyatda necə zəfərimizi yaşadacağıq, onunla bağlı məlumatlar verdi və daha sonra Nazlı xanımın beynəlxalq münasibətlərdə xüsusilə Azərbaycan üçün
hansı əlamətlər, günlərin olması və bunların yada salması həqiqətən də deyərdim ki, çox gözəl bir nümunədir və eləcə də onların çıxışlarında bir daha Azərbaycanın qüdrətini, gücünü görə bilirik. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirik və hər birinə xatirə olaraq təşəkkürnaməmizi təqdim etmək üçün səhnəyə dəvət edirik. İlk olaraq Zamin Əliyev. Daha sonra Asim müəllimi dəvət edirik. Sağ olun, minnətdaram. Mənim bir Zəfər yolu şeirim vardı. O şeir bizim Azərbaycanın müxtəlif bölgələrində ondan artıq ifasının dilində səslənir. Onu Azərbaycan Təhsil Nazirliyi qələbəmizə həsr olunmuş şeirlər içərisinə daxil edib. Ona qədər şeir var və onların içərisində mənim şeirim daha çox özünə uğur qazanıb. Solduruq baharını, gətirdi sərt qışını, dəmir yumruqla əzdik onun murdar başını, axıdıq bu yerlərdə düşmənin göz yaşını, dəmir yumruqla əzdik onun murdar başını. Bu yol qorxu bilməyən giderlər yoludur, bu yol Şuşaya gedir, bu yol zəfər yoludur. Ədalətinə şükür, ey qoca, gidi dünya, mən Cıdır düzündəyəm, nə yuxudur, nə öya, buradan Cıdır düzündən səslənərək dünyaya, deyirəm bu qələbə, hünər, zəfər yoludur, bu yol Şuşaya gəlir, bu yol zəfər yoludur. Sağ olun, bir daha minnətlər. Sağ olun. Və dəyərli Nazlı xanımı dəvət edirik və bir daha yadıma düşmüşkən qeyd etmək istərdim ki, Nazlı xanım çox gözəl bir məqama toxundu öz çıxışında. İnformasiya savaşında da bizim gənclərimiz aktiv olmalıdır. Çünki artıq bilirik ki, biz informasiya, texnologiyanın inkişaf etdiyi bir dövrdə yaşayırıq. 2020-ci ildə də biz internet üzərindən Qarabağla bağlı məlumat axtarışa verdikdə, demək olar ki, çox az məlumat əldə edirdik. Xüsusilə də onlar çox az olsa da Azərbaycan dilindəydi. Ancaq mənfur düşmənimiz olmayan tarixi ilə bağlı elə bir tarixlər yazmışdı ki, tarixlə bağlı hər hansı məlumat axtaranda, Qarabağla bağlı hər hansı məlumat axtaranda ancaq onların yalan məlumatları və istənilən dildə bizim qarşımıza çıxırdı. Ona görə gənclərimizdən də burada bir daha xahiş etmək istəyirəm ki, mütləq bu tərəfdə də aktiv olsunlar və heç olmasa hər gün ən azı 15 dəqiqələrini keçmişi, tarixi öyrənməyə sərf etsinlər ki, bugün güclü dura bilsinlər və gələcəyə gedə bilsinlər. Təşəkkür edirəm bir daha Nazlı xanım. Təşəkkürümü bildirirəm. Buyurun, söz varsın. Buyurun. İkinci panelə keçməmişdən əvvəl mən Üzeyir müəllimə təşəkkür etmək istəyirəm ki, həqiqətən yorulmadan, canla başla moderatorluğu icra etdi. Birinci panelin sonunda, panelin əvvəlində çıxış etmiş və gözəl şeiri ilə hamımızın qəlbində yer etmiş Aydan Hüseynovanı Bakı təqdimatı üçün dəvət edirəm. Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin 1-ci kurs tələbəsiyəm. Bugün bu tribunada durmaq mənim üçün çox qürurludur, həm də çox məsuliyyətlidir. Çünki mən bu mövzuda bir siyasətçi, alim kimi yox, bu ölkənin gələcəyini indi dərk etməyə başlayan birinci kurs tələbəsi kimi danışıram. Tədbirimizin adı Qarabağ zəfərindən suverenliyədir. Açılıb sözləri uşaq vaxtı çox
fərqli eşidirdim. Qarabağ deyəndə qələbə yox, həsrət gəlirdi ağlıma. Xəritədə görüb amma gedə bilmədiyimiz, böyüklərin inşallah bir gün dediyi cümlələr. Biz bu müharibəni kitablardan oxumadıq. Biz onu xəbərlərdə gördük, sosial medialarda yaşadıq. Evdə valideynlərimizin səssiz narahatlığında hiss etdik. Və bir gün hər şey dəyişdi. 2020-ci ildə biz bir tarix yaşadıq. O günlərdə hamımız eyni hissi yaşayırdıq. Qorxu, ümid, dua və sonra qürur. Qarabağ zəfəri bizə təkcə torpaq qaytarmadı. O bizə özümüzə inamı qaytardı. Mən bugün universitetdə azad şəkildə təhsil alıramsa, fikrimi sərbəst deyə bilirəmsə, bu sadəcə bir təsadüf deyil. Bu kimlərinsə canı, qanı, yarımçıq qalan arzuları hesabından başa gəlib. İndi artıq məsələ təkcə qazanmaq deyil. İndi məsələ onu qorumaqdır. İndi söhbət suverenlikdən gedir. Suverenlik mənim üçün sadəcə bir siyasi termin deyil. Suverenlik o deməkdir ki, bu ölkənin gələcəyinə digərləri, başqaları yox, biz qərar veririk. Bu torpaqda kimin necə yaşayacağını biz müəyyən edirik. Bu dövlətin sabahı bizim seçimlərimizdən, bizim biliklərimizdən asılıdır. Və burada məsuliyyət birbaşa biz gənclərin üzərinə düşür. Biz bəzən deyirik ki, mən bir tələbəyəm, mənim nə təsirim ola bilər? Amma əslində təsir elə buradan başlayır. Dərsə necə yanaşdığımızdan, vətən haqqında necə danışdığımızdan, sosial mediada nəyə paylaşdığımızdan asılıdır. Biz qalib ölkənin qalib gəncləriyik. Bu çox gözəl səslənir. Amma bu status bizdən daha çox şey tələb edir. Qarabağ artıq azaddır. İndi isə Qarabağı yaşatmaq lazımdır. Onu elmimizlə, zəhmətimizlə, bilikimizlə, vicdanımızla doldurmaq lazımdır. Biz indi məsuliyyətli olmalıyıq ki, sabah kimsə bizim yerimizə qərar verməsin. Sonda bir gənc olaraq demək istəyirəm ki, Qarabağ zəfəri bizə başı uca durmağı öyrətdi. Suverenlik isə bizdən ayaqda qalmağı tələb edir. Və mən inanıram ki, bu auditoriyada oturan hər bir gənc bu məsuliyyətin fərqindədir. Diqqətiniz üçün təşəkkür ederim. İndi isə ikinci panel müzakirəsinə keçid edirik. Panelciləri sizin diqqətinizə çatdırmaq istəyirəm və xahiş edəcəm onlar öz yerlərini alsınlar. İlk olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texnik Kollecinin direktoru hörmətli Asır müəllimə dəvət edirik. Gənclərin İntellektual İnkişaf Mərkəzinin sədri Valeh Mahmudovu dəvət edirik. Buyursun. Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə İzmir dəvət edirik. Qeyd etdiyimiz kimi, ikinci panel müzakirəsi də reglamentə uyğun olaraq 35 dəqiqə nəzərdə tutulub və panel müzakirəsinin mövzusu dəyərlər və gənclikdir. Bugün diqqətinizə çatdırmaq istəyirəm ki, zəfərin qorunması yalnız siyasi və hərbi güclə deyil, milli mənəvi dəyərlərin yaşadılması ilə mümkündür. Dəyərlər və gənclik mövzusu gəncləri milli kimlik və mənəvi məsuliyyət baxımından düşündürməlidir. Bu paneldə məqsəd gənclərimizin milli mənəvi dəyərlərə sadiqliyi, ictimai fəallığı və müasir çağırışlara münasibətinin açıq müzakirə üstəlisinə çıxarılmasıdır. İlk öncə Asır müəllim sizə söz vermək istəyirəm. Mən kollektivimiz adına təşəkkürümüzü bildirirəm. Bugün belə bir tədbir keçirilməsi, gənclərimizin maarifləndirilməsi istiqamətində aparılan ən möhtəşəm tədbirlərdən biridir. Təbii ki, verilən sualla bağlı qeyd edeyim ki, mən uzun illərdir Naxçıvan Dövlət Texnik Kolleciyində fəaliyyət göstərirəm. Burada sıravi müəllimlikdən direktorluq vəzifəsinə qədər yüksəlmişəm və 24 illik müddət ərzində də bütün fəaliyyətim gənclərlə bağlı olubdur. Gənclərlə fəaliyyət göstərmişəm, gənclərlə birlikdə işləmişik. Təbii ki, gənclərimizin bugünkü dövrdə bunların lazım olan
məlumatların verilməsi, onların milli vətənpərvərlik ruhunda formalaşdırılması, yetişdirilməsi və ümumiyyətlə ictimai proseslərə cəlb edilməsi və bir məktəb kimi, bir təhsil müəssisəsi kimi bizim ən ümdə vəzifələrimizdən biridir. Bu yönümdə tələbələrimizi maarifləndirmək, tələbə gənclərimizi maarifləndirmək, onları istiqamətləndirmək, onlara müəyyən məlumatları çatdırmaq və təbii ki, bunlar bizim ən öndə gedən vəzifələrimizdir. Və bugünkü dövrümüzdə bizdə Naxçıvan Dövlət Texnik Kolleci olaraq fəaliyyətimizin əsas istiqaməti ilə bu bölümdə həyata keçirilir və qeyd edeyim ki, bizim indiyə qədər olan dövrlərimizdə bir balaca bizim öz, yəni deyim ki, pedaqoji heyətin, ümumiyyətlə ziyalılarımızın, məsələn, 90-cı illərlə müqayisədə, 90-cı illərdə bir burada gənclərlə ziyalılar arasında bir qırıqlıq var idi, bir əlaqələr formalaşa bildirdi. O dövr elə bir dövrdür ki, həm Sovet rejimindən çıxmış bir ölkə idi, eyni zamanda da ki, həm də bir burada dağınıq bir zaman idi. Amma müasir dövrümüzdə təhsil sistemi elə qurulur ki, artıq buradan yayınmalar yoxdur. Burada məktəb və müəllim münasibətləri, eyni zamanda ailə valideyn münasibətləri ortalığa gəlir və birlikdə olaraq həm məktəbin, həm valideyn, həm də ki, gənclərin birlikdə fəaliyyəti onu formalaşdırır. Təbii ki, bunların üzərində dövlətin bir bərqərar olması, dövlətin siyasətinin həyata keçirilməsi və dövlətin ən böyük vəzifələrdən biri gənclərimiz arasındakı milli vətənpərvərlik ruhunun formalaşdırılmasıdır. Və bu yönümdə aparılan işlərin tərkib hissəsi kimi mən qeyd edeyim ki, bizim ən çox vətənimiz uğrunda, dövlətimiz uğrunda çarpışan, vuruşan, həm torpaqlarımızın müdafiəsi uğrunda, eyni zamanda konstitusiyamızın qorunması uğrunda, dövlətimizin qorunması uğrunda canını fəda etmiş insanların vətənimizə, xalqımıza, gənclərimizə tanıdılmasıdır. Bu istiqamətdə aparılan işlərin tərkib hissəsi kimi biz mütəmadi olaraq şəhid tədbirlərinin həyata keçirilməsi, şəhidlərimizin, qazilərimizin, müharibə veteranlarımızın gənclərimizə tanıdılması və əsas elə bir istiqamətlərimizdən biridir. Çünki gənclərimiz bizim şəhidlərimizin tanımalıdır, bizim üçün bu günü bizə yaşadan insanları tanımalıdır və torpaqlarımızı azad edən insanları tanımalıdırlar, suverenliyi bizə bəxş edən insanları tanımalıdırlar. Bu yönümdə həm keçirilən tədbirlərin mahiyyəti bunlara uyğun formalaşdırılmalıdır. Eyni zamanda da təbii ki, bu kifayət qədər dəstəklər var buna görə, amma siniflərdə, auditoriyalarda mən həmişə müəllimlərimə məsləhət görürəm ki, dərs başlayanda, dərs başlamamışdan bir əvvəl 3-5 dəqiqə vətən haqqında, şəhidlərimiz haqqında, vətən qəhrəmanları haqqında, milli qəhrəmanlarımız haqqında siz gənclərimizi məlumatlandırın. Bu heç də bizim dərs prosesimizə ziyan gətirməz, heç bir zərbə verməz. Əksinə, bu bizim tədris prosesimizə daha yaxşı təsir göstərmiş olur. Buna görə də gənclərimiz arasında bu cür təbliğatın aparılması, gənclərimizə bu yönümdə istiqamətlərin verilməsi, onları müasir cəmiyyətimizdə formalaşdırılması üçün və təbii ki, milli dəyərlərimizi ona çatdırma. Bunlar da bizim milli dəyərlərimizdir. Milli dəyərlərimizi yaşaya bilmərik. Hər bir xalq, hər bir dövlətin özünə məxsus milli dəyərləri var. O milli dəyərləri qorunmalıdır. Və o milli dəyərlərimizdən biri də bizim torpağımızdır. Torpağı qorumalıyıq, bu dövləti qorumalıyıq, bu vətəni qorumalıyıq. Bu yönündə təbii ki, gənclərimizə də istiqamət verməliyik. Mən zamanın darlığını həm də burada əyləşən bizim qonaqlarımızın, tədbir iştirakçılarının çox yormaq istəmirəm. Qısa konkret olaraq fikirlərimizlə ifadə etmək istədim. Təşəkkür edirəm. Çox sağ olun, Asad müəllim, dəyərli fikirləriniz üçün. İndi isə sözü Valeh müəllimə ünvanlamaq istəyirəm. Bildiyiniz kimi Valeh müəllim uzun illərdir gənclər siyasəti, gənclər sahəsində fəaliyyət göstərir və özü də Gənclər İdman Nazirliyinin əməkdaşıdır. Ona belə bir sual ünvanlamaq istəyirəm ki, intellektual inkişaf və vətənpərvərlik anlayışlarını gənclər üçün necə birləşdirmək olar, bu mövzuda öz fikirlərini çatırsın. Çox sağ olun, ilk növbədə sizə təşəkkürümü bildirirəm və təşəkkür edirəm ki, belə bir tədbirə dəvət eləmişsiniz. Burada həm Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyini təmsil edirəm, eyni zamanda Gənclər İdman Nazirliyində uzun müddətdir fəaliyyət göstərirəm və
Ümumiyyətlə, Naxçıvanda keçirilən gənclər siyasəti, ölkəmizdə keçirilən gənclər siyasəti bir neçə istiqamətli xüsusilə əhatə edir ki, bunlar ilk iki başlıca cəhət biri gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, digəri isə gənclərin intellektual səviyyəsinin yüksəldilməsidir və bu istiqamətdə biz mütəmadi olaraq tədbirlər həyata keçiririk. İlk növbədə qeyd edeyim ki, demək olar ki, tədbirin başından bütün natiqləri qeyd edəli. Bizim üçün bu gün ən böyük qürur, biz qalib gəlmiş bir dövlətin vətəndaşı, biz artıq bir rifahlı günlər, daha rahat, daha xoş günlər yaşayırıq. Amma biz bunu düşünməməliyik ki, artıq hər şey, bütün çətinliklər gerdə qalıb. Çünki ətrafımızda kifayət qədər mənfur, bizi istəməyən dövlətlər, millətlər vardır və bunu nəzərə alaraq biz hər zaman gənclərimizi çalışırıq ki, gənclərimiz bu sahədə hər zaman hazırlıqlı olsun, bütünləşli millətimiz hər zaman hazırlıqlı olsun ki, hər zaman çətin vəziyyətlərdə gələ bilər və ona görə biz başlıca məqsədimiz budur ki, biz çətin günlərimizi, biz faciələrimizi, biz düşmənlərimizi unutmamalıyıq, yadda saxlamalıyıq, eyni zamanda vətənimizin qəhrəmanlarını unutmamalıyıq və gənclərimizə bunu nümunə göstərməliyik. Bununla bağlı sizin verdiyiniz suala belə konkret bir cavab verə bilərəm ki, biz bununla bağlı davamlı olaraq həm xüsusi günlərə aid olmuş, həsr olunmuş kitablarımız, aşırılarını təşkil edirik, eyni zamanda xüsusi günlərlə bağlı intellektual yarışlar keçiririk. Məsələn, Vətən müharibəsi ilə bağlı, zəfərlə bağlı, suverenliklə bağlı bizim intellektual yarışlarımız olur ki, bu həm gənclərimizə həmin günlərin əhəmiyyətini çatdırır, onları daha yaxından öyrənməyinə təşviq edir. Eyni zamanda biz bununla bağlı biz həmin günləri, həmin qəhrəmanları gələcək nəsillər tərəfindən daha da xatırlanmasına, örnək götürülməsinə şərait yaratmağa çalışırıq. Bütövlükdə sevindirici haldır ki, həm bizim ictimai birlikdə, eyni zamanda bütövlükdə ölkəmizdə fəaliyyət göstərən, dövlətimiz, millətimiz üçün fəaliyyət göstərən bütün təşkilatların ətrafında kifayət qədər bacarıqlı gənclər, istedadlı gənclər var ki, onlar da öz bacarıqlarını və istedadlarını məhz vətənimizin gələcəyi üçün, vətənimizin tanınması, vətənimizin inkişaf edilməsi üçün səfərbər ediklər və bütün ictimai birliklərdə, bütün təşkilatlarda, bütün dövlət qurumlarında gənc könüllülər var, gənc üzvlər var ki, onlar daha yenilikçi, daha vətənpərvər, daha inkişafa meyilli layihələr davamlı istehsal edirlər və biz həmin layihələri mütəmadi olaraq həyata keçiririk. Belə layihələrlə biz də düşünürəm ki, bugün işıq etdiyimiz layihədir və bu layihənin təşkilatçılığı üçün təşəkkürümü bildirirəm. Bildirirəm ki, bundan sonra yenə bu cür layihələrdə görüşəcəyik. Bir daha sizə döyüşümü bildirirəm. Sağ olun. Çox sağ olun, Valiq müəllim. Həm öz fəaliyyətiniz üçün, həm də bu fəaliyyəti iştirakçılara çatdırdığınız üçün təşəkkürümüzü bildiririk. Son olaraq sözü Fatimə xanıma verəcəyəm. O, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının əməkdaşıdır. Fatimə xanımla dövlət dəstəyi gənclərin təşəbbüslərində hansı rol oynayır? Bildiyiniz kimi, gənclərin müxtəlif qrant layihələrdə və tədbirlərdə iştirakı dövlət dəstəyi tərəfindən hər zaman öndə görülübdür və bu istiqamətdə siz də Gənclər Fondu olaraq fəaliyyətlər həyata keçirirsiniz. Sizin də fikirlərinizi dinləyəcək. Təşəkkür edirəm. Əvvəlcə mən də öz şəxsim adından və Azərbaycan Respublikası Gənclər Fondu adından hər birinizi salamlayıram. Layihənin işinə uğurlar arzulayıram. Bildiyiniz kimi, ölkəmizdə hələ ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bugün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildiyimiz kimi, ölkəmizdə dövlət proqramları, təhsil strategiyaları, xaricdə təhsil imkanları, eyni zamanda gənclər təşkilatlarının fəaliyyəti, könüllülük hərəkatı bizim gənclərin inkişafına böyük töhfə verir. Gənclər Fondunun fəaliyyəti isə bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, Gənclər Fondu gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrlə bağlı fəaliyyəti stimullaşdıran publik hüquqi şəxsdir. Gənclər Fondunun əsas fəaliyyət istiqaməti gənclərin ideyalarının, onların təşəbbüslərinin reallaşdırılması, layihələrinin dəstəklənməsi, bu sahədə bir sıra tədbirlər təşkil etməklə ibarətdir. Bildiyiniz kimi, ötən il 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ilə elan olunmuşdu, hansı ki, bugünkü tədbirimiz də sırf həmin qrant qazanan tədbirlərdən, layihələrdən biri olmuşdu. Deməli, fondun nizamnaməsində bir də həmin konstitusiya və suverenlik ili çərçivəsində qalib olmuş yüzlərlə
belə deyim, gənclər təşkilatları, eyni zamanda gənclər həmin müsabiqəyə öz layihələrini təqdim etmişdilər, hansı ki 39 Gənclər Təşkilatı, 86 isə fərdi qrant Gənclər Fondu tərəfindən maliyyələşdirilmişdi. Bugün də həmin tədbirlərdən birinin işığına toplaşmışıq. Belə deyim, biz bugünkü gün burada həmin gənclərə bir ümumi fikrimi daha ifadə eləmək istədim. Yəni, təkcə bugünkü gün bizim sözümüz bu gənclərə deyil, ümumi gəncliyədir. Hər bir gəncdə öz üzərinə düşən məsuliyyəti düşünürəm ki, layiqli şəkildə yerinə yetirəcəkdir. Bu barədə çoxlu fikirlər söyləndi, çoxlu çıxışlar oldu. İkinci artıq panel müzakirədir. Uğurlar arzulayıram. Çox sağ olun. Çox sağ olun Fatma xanım, dəyərli fikirləriniz üçün fəaliyyətinizdə sizlərə uğurlar arzulayıram. Yenə birinci paneldə olduğu kimi ikinci panelin sonunda Asim müəllimi və Məhzət xanımı səhnəyə dəvət edəcəyəm. Onlar sizlərin öz təşəkkürnaməylə təbrik edəcəklər. Mən bir gənclərlə bağlı məsələ olduğuna görə bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Özümə borc bildim ki, bildiyiniz kimi mən özüm də Naxçıvan Şəhid Ailələr İctimai Birliyinin təsislərindən biriyəm. Biz də gənclərin bu sahədə vətənpərvərlik mövzusunda aktivləşmək üçün son dönəmlərdə belə bir təşəbbüslə çıxış elədik ki, İctimai Birliyin tərkibində Gənclər Təşkilatı yaratmışıq. Elə Gənclər Təşkilatımızın sədri Fərid Əşbərli də burada aramızdadır. Bizim üçün də böyük bir praktikadır, təcrübədir. Burada iştirak edən gənclərin hansı bizim birliyin, Gənclər Təşkilatının üzvüdür. Bizim məqsədimiz öz fəaliyyət sahəmizə uyğun olaraq şəhid ailələrlə və müharibə iştirakçıları, qazilərlə iş aparılmasıdır. Biz də bu sahəyə yeni, mənim üçün də maraqlıdır. Çünki gənclərlə biz də yeni işləməyə başlamışıq. Gələcəkdə də əməkdaşlıq edəcəyimizə inanıram və sizlərə də öz Gənclər Təşkilatımıza da uğurlar arzulayıram. Çox sağ olun. Təkrar bizə təşəkkür edirik. Panel müzakirədə iştirak edən Asət müəllimə, Valid müəllimə, Fatimə xanıma və Üzeyir müəllimə də çox ətraflı, dolğun, hər tərəfli sualları verdilər. Eyni zamanda da cavablar da doğrudan da görünür ki, gənclər sahəsində də durmadan hər sahədə maarifləndirmə və eyni zamanda da vətənpərvərlik hissinin təşviq olunması davam etdirilir. Bir daha hər birinizə təşəkkür edirəm, minnətdaram və sizlərə də xatirə plaketini təqdim etmək istəyərəm. İlk olaraq daha sonra Valid bəy dəvət edirik, təşəkkürnaməsini qəbul etmək üçün. Təşəkkür edirik. Və dəyərli Fatimə xanım, sizi də dəvət edirik. Və bizim ikinci panelin başlamamışdan öncə öz çıxışı ilə hamımızı təsirləndirən Aysu Hüseynovanı mən səhnəyə dəvət edirəm plaket təqdimatı üçün. Və bizə hər zaman media dəstəyi göstərən Ramin Heydarov, ona da təşəkkürlərimizi bildiririk və onu da səhnəyə dəvət edirik.
Tədbirimizin aparıcılığını həyata keçirən Gənclər Tövhəsi İctimai Birliyinin aktiv fəal gənci, həm də idarə heyətinin üzvü Mirsirac Siraclının da xatirə olaraq plaketdə təqdim edilir. Minnətdaram, təşəkkür edirəm. Və əzizimiz, bizim ixtisaslı rektorumuz və bu artıq bizim layihəmizin yekun tədbiridir. Və layihə rəhbərimizi də biz burada kiçik bir hədiyyə verməsi olmaz idi. Məhsəd Hüseynova. Hər birinizə iştirakınız üçün minnətdarıq, təşəkkür edirik əziz iştirakçılar. Yekun hissədə isə bunu vurğulamaq istəyirəm ki, hamınızı mən başda qonaqlarımız olmaqla səhnəyə dəvət edirəm xatirə fotosu üçün və yekunda Çaykov fasiləmiz olacaqdır. Orada qalıb bizlərlə söhbət edə bilərsiniz və Çaykovdan faydalana bilərsiniz. Həmçinin az öncə də qeyd etdiyim kimi sertifikat və kitabçalarınızı götürməyi unutmayın. Başda da sizin qeydiyyatınızda olduğu kimi hər biriniz bu tədbirdə, forumda iştirakınızı təsdiq edən sertifikatla təltif olunursunuz. Mən nəzərinizə çatdırıyorum ki, xatirə fotosundan sonra gənclərimiz 5-5, 3-3 yaxınlaşıb kitabçıları və sertifikatlarını götürə bilərlər. Təşəkkürlər. Buyurun, Rəsm. Dövlət Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin Tövhəsi İctimai Birliyinin təşkilatçılığı ilə Zəfərdən Suverenliyə qanla yazılan tarix forumu baş tutdu, həyata keçirildi. Bu kimi tədbirlərin, forumların keçirilməsi gənclər arasında vətənpərvərlik duyğularının, hisslərinin və gələcəkdə şəhidlərimizin, cana qazilərimizin qanı sağlamlığını itirməsi hesabına əldə olunan zəfəri gələcək nəsillərə daha aydın, daha şəffaf və ötürülməsində öz tövhəsini verəcəkdir. Bu kimi forum və tədbirləri keçirilməsini Naxçıvanımızda çox müsbət qiymətləndiririk və arzu edirik ki, gənclər və gördük ki, həqiqətən də forumda iştiraklarından gördük ki, bu kimi tədbirlərə, vətənpərvərlik duyğularını aşılayan tədbirlərin keçirilməsinə çox böyük maraq göstərirlər. Naxçıvan Dövlət Universitetinin kollektivinə öz təşəkkürümüzü bildiririk və bu forumun Naxçıvanda keçirilməsinə töhfə verən təşkilatlara öz təşəkkürümüzü bildiririk ki, məhz Azərbaycanın əsas hissəsindən ayrı düşən Naxçıvanımızda gəlib bu tədbiri həyata keçirirlər. Bir daha çox sağ olun. Bugün Naxçıvan Dövlət Universitetində Gənclərin Tövhəsi İctimai Birliyi olaraq Zəfərdən Suverenliyə qanla yazılan tarix adlı layihəmizi həyata keçirdik. Layihə rəhbəri olaraq bugün burada gənclərin 3 saata yaxın davam edən tədbirdə həvəslə iştirak etməsi, mövzuya diqqət göstərməsi bizim hər birimizin sevincinə səbəb oldu. Çünki həqiqətən də bu kimi layihələrin keçirilməsində hansı sahədə çalışmasından asılı olmayaraq hər birimizin borcudur. Çünki ölkəmizin ərazi bütövlüyünün qorunması, inkişaf etməsi, beynəlxalq aləmdə tanınması üçün bu kimi layihələr əvəzsizdir. Layihəmizdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Naxçıvan Dövlət Universiteti ilə birgə əməkdaşlıq, tərəfdaşlıq çərçivəsində keçirilsə də, biz artıq bu kimi layihələri bir neçə ildir həm beynəlxalq aləmdə də keçiririk və demək olar ki, son illərdə artıq Azərbaycanın gücü bütün dünyaya bəllidir və burada da bizim gənclərimizin rolu əvəzsizdir və xüsusilə də bugün panel müzakirələrdə çıxış edən alimlərimiz, ziyalılarımız, eləcə də şəhid ailələrimiz öz mövqeyindən çıxış edərək hər biri həm səmimi olaraq, həm də tarixi faktlara söykənərək bu məsələlərin nə qədər də önəmli olduğunu qeyd etdi. Buradan bizi izləyən hər kəsə, xüsusilə gənclərə bildirmək istəyirəm ki, keçmişimizi unutmayaq, mütləq şəkildə tariximizi dərindən öyrənək ki, keçmişdə, tarixdə baş verən səhvlər artıq bugün təkrarlanmasın və əldə etdiyimiz bu
şanlı zəfərimizi qorumaq üçün də hər zaman ayıq-sayıq olmalıyıq. Çünki coğrafi cəhətdən elə bir mövqedə yerləşmişik ki, dünyada bir çox dövlətlərin gözü elə bizim ölkədədir. Biz bunu qorumaq üçün də hər zaman gənclərimizə də nümunə olmalıyıq. Bildiyiniz kimi bugün biz burada Zəfərdən Suverenliyə qanla yazılan tarix forumu çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələrlə bir araya gəldik. Tələbə forumumuz həqiqətən də çox məhsuldar keçdi nə baxımından. Burada həm 2-ci Qarabağ müharibəsində döyüş yolu keçmiş həm zabitlərimiz, eyni zamanda ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin anası, atası, qardaşı iştirak eləyirdi.